Salam millət. Bugün ratio and proportion oran-orantı bölməsi ilə davam eləyək. Test 1-in A variantı. Oran-orantıda nə iş görürük? Çarpaz da vura bilərik, K nisbəti də deyə bilərik. Yaxşı olar ki, bu K nisbətini əlimizə öyrəşdirək. Birincisi, buradan ixtisarlar gedir. 3, 4. Yəni, X 3-ü görür, Y də 4-də yuxarı-yuxarıya, aşağı-aşağıya məntiqi ilə. X-a bir 3K, Y-ə də 4K verə bilərik. O zaman gətirib burada yerinə yazsaq, 3K üzərinə gəlsin, 4K bərabərdir 7-yə. 7K bərabərdir 7-dən K-nı tapırıq 1. Sonra K-nın qiymətini yerinə yazsaq, X-imiz 3, Y-imiz 4 çıxır. Sonda da bunların hasilini istəyir. 3 vurulsun 4 də, olar 12, Y variantı. Sonra ikinci sualda toplama çıxma varsa, amma çarpaz vurmaq daha məqsəd uyğundur. 2x üzərinə gəlsin 2y bərabərdir 7x çıxılsın 7y. Sonra x-lar bir tərəfə, y-lər də digər tərəfə keçir. Y-ləri yan-yana atsam, onlar 2y üzərinə gəlsin 7y bərabərdir. X-lar da bir yan-yana gəlsə, onda olar 7x çıxılsın 2x. Buradan 9y bərabərdir 5x olur və həmişə demişik ki, heç bir hərf öz yanına rəqəmi götürmür. Yəni y götürəcəksə 5-i götürəcək. Y bərabərdir 5K deyirik buna uyğun. X da bərabərdir 9K. Nisbətimizi dedik. İndi buradan da ixtisar olaraq yazsaq. 5K bölünsün 9K. K'larımız da ixtisar gedər. 5-in 9-a nisbəti A variantı. Üçüncü sualda da eyni qayda ilə çarpaz vuraq. 6, 4, 24x üzərinə gəlsin. Bir dənə bunu öz içində daha kiçik bir ixtisarla sadələşdirək. 2-yə vuraq. 12x üzərinə gəlsin 6y bərabərdir 2x minus y-ə. Y-lər yan-yana gəlir, 7x bərabər olur, daha doğrusu 7y bərabərdir mənfi 10x-a. Buradan y-ə mənfi 10k, x-a da 7k demək olar. Və gətirib yerinə qoysaq, y-in x-a nisbəti, yəni mənfi 10k bölünsün 7k. Buradan da k-lar yenə ixtisar gedər, qalar mənfi 10 bölünsün 7. Bu da A variantında. Sonra 4-də görək nədir? Bunu birincisi çarpazda vurma olar. X-in z-ə nisbətini istəyir. Oradan y-lər yəqin ki, bir-birinə bağlanacaq. Bunu bir çarpaz vursaq, z-in y-ə, y-in x-ə. Ortaq bir şey görürəm. Gəlin belə eləyək. Bunu çarpaz vurmayaq, tərsinə çevirək. Y plus z yuxarıya getsin, x aşağıya, 5 yuxarıya, 3 aşağıya. Eyni qaydada ikinci. X plus z bölünsün y bərabərdir 9 yuxarıya 2 aşağıya. Bunu niyə eləyirəm? Məxrəcdə bir dənə qalan boş hərf olanda biz bunları ayrı-ayrı bölə bilirik axı. Onda olar y bölünsün x, üzərinə gəlsin z bölünsün x bərabərdir 5-in 3-ə nisbəti. Aşağıda da indi burada tərs oldu. Gəl gör ki. X bölü y əvəzinə y bölü x yazdıq. Heç bir şey. Çarpaz vuracam. Nəysə, unudun geçsin. Bu bizə lazım olmadı burada. Çarpaz vuraq tənasübdən 5x bərabərdir 3y üzərinə gəlsin 3z-ə. Aşağıda da 9y bərabərdir 2x üzərinə gəlsin 2z. Məlum məsələ burada x-z-dən söhbət gedirsə, y-lər bir aradan çıxmalıdır. Onun üçün neyniyərəm? Yuxarı sıranı 3-ə vurarıq. 3-ə vursaq, olar 5x, daha doğrusu 15x bərabərdir 9y üstə gəlsin 9z. Aşağıda olduğu kimi yazaq, amma y-lə z-i yan-yana gətirək. X-lar keçsin o tərəfə. Mənfi 2x bərabərdir. Mənfi 9y üstə gəl 2z. 2 bir şeyə oxşasın. Bunu da tərəf-tərəfə toplayanda y-lər gedər. Qalar 13x bərabərdir 11z-ə. X 11k-nı götürür. Z də 13k-nı. K nisbəti ilə əvəzlədik. X-in z-ə nisbəti. Bu da olar 11k bölü 13k. K'larımız da ixtisar getsin. 11-in 13-ə nisbəti Y variantı. Baxın, tərsində verib. Belə şeylərdə diqqətli olaq. Sonra 5-də. Bunları ilə düz məntiq K-ya bağlaya bilərik. Bərabərdən sonra 1k yazsam. Əgər x bölünsün 3 K-ya bərabərsə, onda x-imiz 3k-dır. Eyni qaydada y-imiz olur 7k və z-imiz də olur 5k. X, Y, Z-i K-ya bağladıq. İndi bunların da cəmin gətirək yazaq. 3K üzərinə gəlsin 7K, üzərinə gəlsin 5K bərabərdir 75-ə. Toplamı 15K bərabərdir 75-ə. 75-imizi də 15-ə bölək 5 dəfə. Bu da bizdən Z-dən Y çıxdır. Z-imiz 5-dir, Y-imiz də 7K-dır.
5K-dan 7K-nı çıxanda mənfi 2K eləyir. K-nın da qiyməti var axı bizdə 5. Mənfi 2 vurulsun 5-dən də olar mənfi 10. Yəni B variantı. Sonra 6-cı sualda eyni məntiqlə A-ya 3K, B-yə 4K, C-yə də 5K verək. Və bu qiymətləri gətirib burada yerinə yazaq. Onda olsun nə? 2 vurulsun C-nin qiyməti 5K, çıxılsın B-nin qiyməti 4K, çıxılsın A-nın da qiyməti 3K bərabərdir 12-yə. 10-dan 4 6, 6-dan da 3 gedəndə 3K bərabərdir 12-yə. K-nı tapırıq 4. Bizə də A ilə B-nin cəmi lazımdır, fikir verin. Gətirib yerinə qoysaq, toplamı eləyər 7K, 7 vurulsun 4 də olsun 28. C variantı. Sonra burada da yenə bir K-ya bağlayaq, amma hərflərin yerinə fikir verin. Bərabərdir K yazsam, yəni 2K, 9K, 7K ilə tələsməyin. Hərfin biri yuxarıda, biri aşağıda olanda fikir verin. A yuxarıdadır, B aşağıdadır. A bərabər 2K, amma 9 bölü B bərabər K deyəndə B bərabər olur 9 bölü K. Baxın, bir kəsir yarandı. Buna görə deyirəm tələsməyək. C bölü 7 bərabər K-dan bu çarpaz vurulur, bu sadədir. 7K. İndi gətirib yenə yerinə qoysam, C-nin yerinə 7K, çıxılsın 3 vurulsun A-mızın yerinə 2K, üzərinə gəlsin B-nin də yerinə 9 bölünsün K. Bərabərdir 6-ya. 7K-dan 6K-sı gedir, 1K üstə gəlsin 9 bölü K bərabərdir 6-ya. Bütün sıranı K-ya vururuq ki, kəsirdən çıxsın. K kvadrat üstə gəlsin 9 bərabərdir 6K-ya. Yan-yana atıb müxtəsər formula görmək lazımdır buradan. Baxın, bir düsturları verir o çarpanları ayırma bölməsindən. K çıxılsın üçün mötərizə kvadratı 0-a bərabərdir. Əgər K çıxıçımız 0-dırsa, avtomatik K da bərabər 3. Sonra K-nın yerinə 3 qoymaq olar. C-dən də A-nı çıx deyir. 7K-dan 2K-nı çıx. 7K çıxılsın 2K. Bizə verir 5K-nı. O da bərabərdir. 5 vurulsun K-nın da yerinə 3. Yekun olar 15. D variantı. Sonra 8-ə baxaq. Yenə eyni nisbətlə yazacaq uşaqlar. Buradan A-ya 4K veririksə, gəlin belə yazaq da. A-mız əgər 4K-dır, A 4-ü görür, C-də 3-ü görür axı. C-yə də 3K. İndi B-ni necə yazırıq? İlk 2 dənəni buradan götür, ilk 2 dənə də buradanki qarışmasın. Onda yazaram A-nın yerinə 4K bölünsün 2 bərabərdir 4 bölünsün B. Bir problem yoxdur yəqin ki. Buradan da 4-lər ixtisar gedər. B-miz bərabər olar 2 bölü K. Baxın, B burada kəsirdə qaldı. A, B, C tapıldı. Bizə də nə deyir buradan? Gətir yerinə yaz. Birincisi, B-ni ortaq vuruq çıxardaram. Deyərəm A plus C. Yəni, B-nin yerinə 2 bölünsün K. Vurulsun. Mötərizədə A ilə C-nin cəmi 4K üstə gəlsin 3K. Bu da eləyər 2 bölünsün K vurulsun 7K. K-lar ixtisar geçsin. 2-ni də 7-yə vuranda 14. D variantı. Sonra burada 3-ü də aşağıda və yaxud da ki 3-ü də yuxarıda olanda eyni sıradadsa birbaşa K ilə bağlamaq olar. Yəni yenə K-ya bərabərləsək, A bərabərdir K-ya, B bərabərdir 2 bölünsün K-ya, kəsirdir. Uzatmıram, C də bərabərdir 3 bölünsün K-ya. Bu A, B, C-ni burada vuraq bir-birinə. K vurulsun 2 bölü K, vur 3 bölü K bərabərdir 48-ə. 1 ilə 1 ixtisar gedər. 6 bölü K bərabər 48-ə. K-mız olur 8-də 1. Sonra bizə nə lazımdır? A, gətirək burada yerinə qoyaq. O da bərabər deməli 8-də 1-ə. Nəsə hesab səhvi getmədisə budur. Hə də 6 bölü K əgər 48-dirsə, kəsirdə qalır ki, bu zaten kəsirdir. Neysə səhv yazmadıq. A-mız elə 1K ilə eyni şeydir. B-miz 2 bölü K, 3 bölü K. İxtisarlara da baxıram. Bir səhv görmədim düzü. 48K bərabər 6-dan. Hə də K-sı olur 8-də 1. Sual düz deyil uşaqlar. 8-də 1 olmalıdır. Yəqin 8 götürmən yaxın. Ona keçək. Bunlar mənfi tam ədədlərdir. Gəlin belə bir şey eləyək. Yenə K-ya bağlayaq. A-mız bərabər olur. Mənfi ədəd deyirsə, elə birbaşa mənfi 1 götürək məsələn. A-mız olacaq 0,2 bölünsün mənfi 1. B-miz olacaq 1,6 bölünsün mənfi 1.
C'miz də olur 0,8 bölünsün -1. Yəni A'mız -0,2, B'miz -1,6, C'miz -0,8. Müqayisə eləsək ən böyük A'dır, sonra C, sonra B. Yəni mənfiləşdikcə, uzaqlara getdikcə sıfırdan kənarlaşır. A, C, B də C variantında. Ədəd oxunda da çəkib baxa bilərsiniz. Belə bir tənliyimiz var. Nə iş görə bilərik? Sistem kimi həll oluna bilər. A bölünsün B. Bizdə yoxdur. Gəlin bunu eyni məxrəcə gətirək. Daha doğrusu hərfə vuraq. Buranı B-yə vuraram, buranı da A-ya. Onlar AB üzərinə gəlsin 1 bərabərdir 2B-yə. Bir də AB üzərinə gəlsin 1 bərabərdir 4A-ya. Fikir verin, bunların sol hissələri eynidirsə, avtomatik sağlar da eynidir də. O zaman 2B bərabər 4A yazsaq, B bərabərdir 2A tapırıq. Və B-nin 2A qiymətini gətirək misalda yerinə qoyaq. Hər iki B-nin yerinə. Onda A plus 2A bölü təzədəndən 2A. 3A-nı da 2A-ya böləndə A-lar ixtisar gedər, qalar 3-ün 2-yə nisbəti. C variantı. 12-ci sualda eyni məntiqlə bu sıranı Y-ə, bu sıranı X-ə vuraq ki, kəsirdən çıxsın. XY plus 2 bərabərdir 3Y. Bunu ayrı-ayrı bölmək də olardı. 3 yazaq. XY üstə gəlsin. 3 bərabərdir 2X-a. Belə bir ifadə aldıq. XY-lər bizə lazım deyil. Misalda da görmürük. Ona görə bunları bir tərəf-tərəfə çıxsaq, XY-lər gedəcək. Aşağıdan yuxarıya doğru çıxıram deyə olur. 1 bərabərdir 2X çıxılsın 3Y. 2X əvəzləyə bilərəm. 2X-in yerinə 3Y plus 1 yazmaq olar. Gətirərəm bu 2X-in yerinə. Bu dediyimizi əvəzləyək. Baxın burada. Onda olur nə? 3Y plus 1 üzərinə gəlsin 3Y minus 1 bölünsün Y. -1 müsbət 1-i götürər. 6Y bölünsün Y-lərdə də Y-lər ixtisar gedər. Sonda qalar 6. D variantı. Sonra 13-ə baxaq. Burada görək nəyimiz var. Yenə oran-orantı kimi X-a 3K, Y-ə də 2K verə bilirik. Bunlar da bir-birindən çıxaq. 2K minus 3K bərabərdir -3-ə. -K -3-sə avtomatik K-mız da olur müsbət 3. Sonra gətirib yerinə qoysaq, X-imiz onda olur 3 vur 3-dən 9, Y-imiz də 2 vur 3-dən 6. Burada da yerinə qoyub hesablasaq, 9 vur 6 bölünsün 3, ixtisar geçsin, olsun 18. A variantı. 14-ə baxaq. A, B, C bu formada bir-birinə bağlıdırsa, gəlin hissi də götürmək olur ortadakına. Yenə bir K-ya da bağlaya bilərik. Yeriniz olsun K-ya bağlayıram. Onda olur A bərabər K-ya. 2B əgər K-ya bərabərdirsə, B-miz olur K bölü 2. B bərabərdir K bölünsün 2. C-miz də olur K bölü 4. Baxın, bu bağladığımızı burada yerinə qoyaq. K vurulsun K bölü 4. Aşağısında da B-nin yerinə K bölünsün 2. Bərabər imiş 4-ə. Bu K ilə bu K ixtisar gedər. Onlar nə? K, o 4 ilə də 2 ixtisar gedəcək. K bölü 2 bərabər 4-ə. K-nı tapırıq 8. Bizə də A maraqlıdır. A ilə də K eyni şeydir. Bu da bərabər 8 yaza bilərik. B variantı. Sonra 15-ə baxaq. Y sıfırdan böyükdür. Hər hansı bir müsbət bir ədəddir. O zaman XZ də müsbət olacaq. Avtomatik bir-birinə bağlıdırsa. Yenə bir K deyək. X-ımız bərabər olur K bölü 2-yə. Y-imiz K bölü 4-dür. Və Z-imiz də K bölü 3. Hər birini əlaqələndirdik. Burada yerinə yazsam K bölü 2 üzərinə gəlsin 2 vurulsun K bölü 4 bərabərdir K bölü 4 vurulsun Z-in yerinə K bölü 3. İndi bunu həll eləməyə çalışaq. Bunların məxrəcləri eynidir. 2-də 2K olur. Buradan ixtisar gedir. Bir dənə K qalacaq. K kvadrat bölünsün 12. Yəni K bərabərdirsə əgər K kvadrat bölü 12 və 0 da deyilsə, hər hansı bir müsbət ədəddirsə, bu ixtisar getsə K bərabər 12 görə bilərik. Gətirək yerinə yazsaq, 12-ni 2-yə böləndə 6, 4-ə bölürük 3, 3-ə bölürük 4. Bizə nələr lazımdır? X-la Z-in cəmi 6 üstə gəlsin 4, yəni olar 10. D variantı. Sonra 16-ya baxaq. Yenə eyni məntiqlə bunları bir K-ya bağlasaq, A bərabər olur 1 bölü K-ya, B bərabər olur 1 bölünsün 3K,
C də bərabərdir 1 bölünsün 2K. Və bu 3 ifadəmizi bu tənlikdə yerinə qoyuruq. 1 bölü K üzərinə gəlinsin 1 bölü 3K, çıxılsın 1 bölünsün 2K bərabər 15. 6K'mız ortaq məxrəc götürək. 6 bura gəlsin, 2 burada və 3 burada. 8-dən 3 gedər, 5 bərabərdir 15-ə. Buradan ixtisardan 3 çarpaz vursaq 1 bölü 6K bərabərsə 3-ə. 18K bərabər 1-dən K'nı tapırıq 18-də 1. K'nın cavabı hazır. Bizə də C maraqlıdır. Gətirib burada da yerinə qoysaq 1 bölünsün 2 vur 18-də 1. İxtisar gedər 9-da 1 də tərsinə qalxar 9 kimi. C variantı. 17-yə keçid alaq. Bunları yenə K ilə desək, A'mız bərabər olur 2K'ya, B'miz 3K'ya, C'miz də K bölü 5'ə. Yerinə yazsaq 3K çıxılsın 2K, üzərinə gəlinsin K bölü 5 bərabər 18'ə. K üzərinə gəlinsin K bölü 5 bərabər 18. Bütün sıranı 5'ə vuraq ki, kəsirdən çıxsın. 5K üstə K bərabərdir 18 vur 5. 6K bərabərdir 90'a. K'mız olur 15. K'nı tapdıq. Bizə də A maraqlıdır. A'da gətirib yerinə qoysaq 2 vurulsun 15 verər 30. E variantı. Sonra 2-2 hərflər olanda bunları 2-2 bərabərləşdirmək daha yaxşıdır. Necə? Bu 2 dənəsini eyni götürsəm, baxın 7-dən 14 ixtisar gedər 2, hətta B'lər də ixtisar gedər. Qalar nə? 1 bölü A bərabərdir 2 bölü C'yə. Və buradan da çarpaz vuranda C bərabərdir 2A yaza bilirik. Bu burada gözləsin. Eyni sxemi, baxın, bu ortadan yığışdırıb, ikinci ilə üçüncünü bağlasaq. Buradan da bu dəfə C'lər ixtisar gedər. 14 ilə də 21, 7-yə böləri 2, 3. Qalar nə? 2-nin B-yə bərabərdir, 3-ün də A-ya nisbəti. B-ni də hətta A-ya bağlamaq olar. B də bərabər olar 2A bölünsün 3. İndi fikir verin, həm B-mizin cavabı A-lıdır, həm də C-mizin cavabı A ilə bağlıdır. Və bu tənlikdə də gətirək yerinə qoyaq. A-nın yerinə ilə A, B-nin yerinə 2A bölünsün 3, C-nin də yerinə 2A yazaq, bərabərdir 33-ə. Toplayanda 3A üstə gəlinsin 2A bölü 3 bərabərdir 33'ə. Bütün sıranı 3'ə vursaq 9A üstə gəlinsin 2A bərabərdir 99'a. 11A bərabər 99'dan A'sını tapırıq 9. Bizə də nə lazımdır? A, B. Gətirək yerinə qoyaq. A'mız 9'dursa, onda bir dənə də B-ni tapaq. 2 vurulsun 9 bölünsün 3, ixtisar gedər, olar 6. B bərabər 6. Və burada yerinə qoysaq, A-nın yerinə 9 vurulsun, B-nin yerinə 6 bölünsün. Hə, bir də C-miz də lazım imiş. Bu da 2 vur 9'dan 18'dir. Bölünsün 18 deyək. 54 18'ə böləndə 3 dəfə. B variantı. Sonra 19'a keçək. Demək, yenə 2-2 bağlasaq bunları. B'lər ixtisar gedər. 9, 18, 2. Çarpaz vuranda C bərabərdir 2A-nı görürük. Eyni formada buradan bağlasaq. Bunu bayaq bağladığımızda görünsün. Hə. Bu səfərdə 18-dən 3 ixtisar gedər 6 və C-lər gedər. Çarpaz vuranda B bərabərdir 6'a yaranır. Fikir verin, yenə hər ikisi A-ya gəldi. Bizdən də müqayisə eləmək istəyir. O zaman A-ya özümdən bir ədəd versəm 1, C-miz olar 2, B-miz olar 6. Müqayisə eləsək ən böyük B, sonra C, sonra da A olur. Çünki müsbət bir ədəd demişdi boy. A, C, B arıcılığı ilə Y variantı. Sonra 20-də bu dəfə mənfi ədəd deyir. Yenə 2-2 bağlayaq. Buradan Z-lər getsin. X 3'ə vurulur. Daha doğrusu X-ə gəlin 4K deyək. Y-də bir 3K. Çünki ixtisarlardan eyni şey yarana bilir. Və ortaları da bu dəfə bağlasaq. İndi də Y-lərimiz ixtisar gedər. Z bölünsün 3 bərabərdir, X bölünsün 5 qalır. Bunu niyə çarpaz vurmadım? Çünki bizdə X-in qiyməti var axı, o 4K. Gətirib yerinə yazmaq istəyirəm. Z bölünsün 3 bərabərdir, 4K bölü 5. Buradan da çarpaz vursaq, 12K bölünsün 5 də Z-in qiyməti çıxır. İndi bizə deyir mənfi ədəd. Gəlin özümüzdən K-ya bir mənfi 1 verək. Hətta gəlin mənfi 5 verim ki, tam ədəd olsun, heç kəsirlərlə işləməyək.
Mənfi 5 versən, bura olur mənfi 20, mənfi 15. Z-imiz də olur mənfi 12. İndi müqayisə eləsək, ən böyük mənfi 12-dir. Yəni Z böyükdür mənfi 15-dən, Y-dən, o da böyükdür X-dan. Bizə lazımdır Z, sonra Y, sonra X, A variantında. 21-ə keçid alaq. Buna da yine K nisbəti deyə bilərik. Gəlin A-ya 4K deyək, B-yə 3K. Baxın, bura baxa-baxa. Sonra görürəm ki, A burada təzədən iştirak edir. Onda təzə hərf gətirmirəm. A-nın yerinə elə bu 4K-nı köçürdürəm. 4K bölünsün C bərabərdir 4-ün 5-ə nisbəti. C-miz də olur 5K. Baxın, A da, B də, C də K-ya gəldi. İndi bunları cəmləmək lazımdır. Onda yazırıq ki, 4K üstə gəl 3K üstə gəl 5K bərabərdir 24-ə. Toplamı 12K bərabərdir 24-dən. K-nı tapırıq 2. K-nı 2 tapıb yerinə qoysaq 4 vur 2, 8, 6, burada olur 10. İndi deyir ki, A, B, C-ni vur bir-birinə. 8 vurulsun 6, vurulsun 10, bölünsün 3. Bundan da ixtisar gedər 2, 160. Y variantı. Sonra 22'də də yenə K nisbəti deyək. X-imiz olsun 2K, Y-imiz olsun 3K. Baxın, Y həmin Y-dir, burada iştirak edir. Onda yazıram Z-i tapmaq üçün 3K bölü Z bərabərdir 4 bölünsün 5. Z-imiz də olar 15K bölünsün 4. Yenə hər birini K-ya gətirdik. Bunları işarələyək. Bizə nə lazımdır? Bunların cəmi Z-ə böl. Yəni 2K ilə 3K-nı toplayıram 5K bölünsün Z-in qiyməti 15K bölü 4. Bu K'lar ixtisar geçsin. Tərsinə də vursaq 4 yuxarı 15 aşağıya. İxtisardan da qalar 4 bölü 3. Yəni Y variantı. Növbətisinə baxaq. 23. Buradan da bir K nisbəti desək. A'mız 2K, B'miz 5K. Yenə eyni B'ni gətirib burada yerinə qoysaq. C də olur 5K bölü 4. Bunların cəmin bizə verib. 2K ilə 5K-nın cəmi 7K əgər 21-dirsə, K-mız 3-dür. C-ni tapmaq istəyirik. Gətirib burada yerinə 3 qoyuruq. 5 vur 3 bölünsün 4. Eləyər 15 bölü 4. Belə də qalır kəsirdə. B variantı. Sonra 24-də. Yenə burada üstünə mənfi var. Fikir verin. A-ya 5K, 6K, sorry. A-ya 6K verək. B-yə 5K verək. B'nin qiymətini gətirib burada yerinə qoysam, 5K bölünsün C bərabərdir 4-ün nisbəti. C-miz də olar 15K bölünsün 4. Hər birini işarə elədik. İndi müqayisə eləmək istəyir. Müqayisə üçün nə götürərəm? K-ya özümüzdən bir dənə mənfi ədəd verək. Mənfi 4 verək. Onda olur A-sı mənfi 24, B-si mənfi 20, C-si də mənfi 15. Müqayisə eləsək C ən böyükdür, sonra B, sonra da A. Mənfidirlər deyə. A variantı. 25-də. Ortada bərabərlik varsa digər tərəfdən bir K götürək. A-ya 3K, B-yə də 7K versək və aşağıdakı B-ni yenə təzdən qoysam. B vur 7K bərabərdir 4 vur C-yə. C-miz olar 35K bölü 4. Yenə fikir verin. C-nin, B-nin və A-nın qiymətləri K ilə bağlıdır. Bunları da cəmləsək. 3K üzərinə gəlinsin 7K, üzərinə gəlinsin 35K bölü 4 bərabər 75-ə. Bütün sıranı 4-ə vurarıq. Onu 4-ə vuranda 40K, üstə gəlinsin 35K bərabərdir 75 vurulsun 4-ə. Bu da nə edir elə? 75K bərabər 75 vur 4-dən. 75-lərimiz ixtisar getsin. K bərabər 4. Bizə də B-ni tapmaq maraqlıdır. Onda B də bərabərdir 7 vur 4-dən 28. Y variantı. Davam ilə 26 ilə. Burada da eyni məntiqlə ortadakı A-ya 2 ilə bağlasaq, A-ya 2K, B-yə də 3K deyək və B-nin bu qiymətini gətirib yenidən yerinə yazıram. 5 vurulsun 3K bərabərdir 4C-yə. Buradan C-miz də olar 15K bölü 4. Hər biri yenə K-ya bağlandı. Bizə də lazımdır bu ifadəni hesablamaq. 3K üzərinə gəlinsin 15K bölü 4 çıxılsın 2K bərabərdir 38-ə. Onlar K üzərinə gəlinsin 15K bölü 4 bərabər 38. Bütün sıranı 4-ə vuraq kəsirdən çıxsın. 4K üzərinə gəlinsin 15K bərabərdir 38 vur 4
19k bərabərdir 38 vur 4. Buradan da ixtisarlar eləsək, k-mız olar 8. Bizə də B maraqlıdır. Onda 3 vur 8-dən B-miz də çıxır 24. A variantı. Sonra 27-yə baxaq. Buradan iki dəfə təkrarlanma var. İlk gördüyüm bu hissədir. Müxtəlif hərflər olan. B-yə 2k verək, C-yə də 3k. Daha sonra ilk bu hissədən də A-nı bağlamaq olar. O zaman yazarıq ki, A bölünsün, B-nin yerinə 2k bərabərdir. 2k bölünsün, C-nin də yerinə 3k yenidən. Buradan ixtisarlar getsə, A-mız olacaq 4k bölünsün 3. A-nın da qiyməti k-ya bağlandı. Bu ifadədə yerinə yazsaq, A-mızın yerinə 4k bölü 3, B-nin yerinə 2k, C-nin də yerinə 3k bərabərdir 76-ya. 4k bölü 3 üstə gəlsin 5k bərabər 76. Bütün sıranı 3'ə vuraq ki, kəsirdən çıxsın. 15k bərabərdir 76 vurulsun 3. 19k bərabərdir 76 vur 3. Buradan ixtisar geçsin 4 dəfə. K-mız olsun 12. Bizə də B lazım idi. Yəni 2 vur 12-dən olar 24. D variantı. Sonra 28-də hər biri müsbət ədədlərdir. Buradan nə etmək olar? Ayrı-ayrı baxsaq, C ilə D-nin qiyməti bizə lazımdır. A bölünsün B. C-nin yerinə bu ifadəni tam köçürək, D-nin də yerinə bunu. Amma ortada bölmə var deyə bir sadələşmə geçsin. C bərabərdir A bölünsün B, vurulsun tərsinə 3 yuxarı 2 aşağıya. Yəni 3A bölünsün 2B. D-mizdə bərabərdir A bölünsün B, vurulsun tərsi 6 yuxarı 5 aşağı. Bu da olur 6 A bölünsün 5B. Buradan da yerinə qoyub toplasaq, C-nin yerinə 2-də 3 A bölünsün B. Üstə gəlsin 6A bölünsün 5B. Bunu da eyni məxrəcdən hesablamaq olar. Ortaq məxrəc 10B-yə gətirsək, 5 bura gəlsin, 2 də bura. 15A üzərinə gəlinsin, 6, 2, 12. A daha doğrusu B niyə yazdım? 12A. Toplaması olur 27A bölünsün 10B. Belə bir ifadə yaradır və C, D deyir tam ədədlərdir. İndi biz birincisi A bölü B-yə qiymət versək nə olur? Buradan elə yola çıxsaq, A bölü B heç toplamamış da tapmaq olardı. A bölü B elə bir şeydir ki, həm 2-yə bölünə bilsin, həm də 5-ə bölünə bilsin ki, bu ikilər ixtisar geçsin də, düzdürmü? A bölü B-yə gəlin biz bir 10 verək. Onda buradan olacaq ki, 3 bölünsün 2 vurulsun 10, ixtisar gedir. Qalır 5, 15. Eyni qiymətə gəlir deyə yoxlayır, amma 6 bölünsün 5 vurulsun 10, yeni ixtisar gedir 12. 15-in üstə 12 gələndə fikir verin, buradan 27 yaranır. Eyni qaydada yenə A bölünsün B-nin yerinə burada da 10 qoyanda. Baxın, bunun yerinə 10 qoysam, bu 10'lar ixtisar gedər, yenə 27 alınır. Yəni minimum qiymət 27-dir. 27-dən başlayıb arta-arta gedəcək. 29-a baxaq. Burada bizə nə lazımdır? Çarpaz vursaq yaxşı olar. Yəni A bölü B ilə 3-də 2-ni bağlayaq. Nə olur buradan? A bərabərdir 2B bölünsün 3. C-də bərabərdir 2D bölünsün 3. A ilə C-ni əvəzləyəncək. Onda A-nın yerinə yazıram 2B bölünsün 3. Üstə gəlinsin 2 vurulsun C-nin yerinə 2D bölünsün 3. Məxrəc olduğu kimi qalsın. B çıxdı. Vurulsun A-dan C-ni çıxıram bu dəfə. 2B bölünsün 3 çıxılsın. 2D bölünsün 3. Məxrəcimiz olur B plus 2D. İndi bunu sadələşdirək. Baxın, ancaq B-li deyli ifadələr var. Sürətdə 3'ümüz ortaq məxrəcidir. Buradan B minus D-miz qalsın. Sürətimiz 3 ortaq məxrəcidir. Olur 2B. Üzərinə gəlinsin 4-də. Oradan da 2-ni ortaq vuruq çıxarsaq B plus 2D yaranır. Vurulsun. Digərində də 3 ortaq məxrəc. 2-ni ortaq vuruq çıxardıram. B minus D yaranır. Buradan da B plus 2D. Fikir verin, necə qəşəng ixtisarlar gedir. B plus 2D-lər gedər. B minus D-lər gedər. Sonda qalar 3'də 2 vurulsun 3'də 2. Yəni 9'da 4. O da D variantı. 30'da ədədlərimizin hər biri mənfidir. Bizə müqayisəni eləmək istəyir. Gəlin mənfi 1'ə bağlayaq bunları. X-imiz nə olur? X bərabərdir mənfi 2 bölünsün 5. Y-imiz olacaq mənfi 3 bölünsün 7. Z-imiz də olur mənfi 4 bölü 9.
Bunların da məxrəcinə baxsaq, biz eyni məxrəcə gətirsək, bax bunları müqayisə eləyə bilərik. Eyni məxrəc 5, 7, 9 sanki xoşa gəlmir. Eyni sürətə gəlin bağlayaq. Bəli. Eyni sürətə bağlamaq üçün bunun 4-ə gəlməsi üçün mənfi 4 bölünsün 10 yazaq gərək. Bu ikisini müqayisə eləmək olur. Mənfi 4 bölünsün 10-la mənfi 4 bölünsün 9-u müqayisə eləyəndə birincisi sürətləri eyni olan kəsirlərdən məxrəci kiçik olan böyükdür. Bir dənə də ikincisinə mənfi girirsə, onda düz baxırsan da. 4-lərə baxır, atırıq, 10 tərəfi daha böyükdür. X Z-dən böyükdür. İndi biz bir də Y-lə Z-i müqayisə eləyək bu ikisini. Buradan da nə iş görək? Mənfi 7-də 3-lə mənfi 9-da 4 lazımdır. Çarpaz vursam 3, 9, 27 bura, 7, 4, 28 bura. Yəni bura mənfi 27, bura mənfi 28. Bu tərəfi daha böyükdür. Yəni mənfi 7-də 3, Y Z-dən böyükdür. Onda belə olur da. X-la da Y-i gərək müqayisə eləyək bu ikisində. Nəysə, bir dənə də X-Y-i müqayisə eləyək. Mənfi 5-də 2 ilə mənfi 7-də 3. 2, 7, mənfi 14 bura yazaq. Mənfi 15-də bura. Bu böyükdür. X hamısından böyükdür. Burada yazım. X böyük oldu Y-dən. X böyükdür Y-dən, o da böyükdür Z-dən. Uyğun cavabımız B variantı. Növbəti gəldik birinci testə. Yenə 5K, 3K götürək. X-imiz 5K-dır, Y-imiz 3K-dır. Toplasaq 8K bərabər 48-ə, K-sı olur 6. Bizdən də X istəyir. X də bərabər 5 vur 6-dan olur 30. D variantı. Burada çarpaz vuraq. Toplama çıxma görəndə 4x üstə gəlsin 2y bərabərdir. 6y çıxılsın 9x. X-ləri yan-yana atanda 13x bərabərdir 4y-ə. Və x-a 4k, y-ə də 13k deyə bilirik. Bunların da cəmidir 17-dir. 17k bərabər 17-yə. K-sı çıxır 1. Onda yerinə qoysaq x-imiz 4, y-imiz 13 imiş. 13 çıxılsın 2 vur 4. 13-dən də 8 çıxanda olar 5. A variantı. Sonra 3-cü sualımızda da bir çarpaz vuraq. Olsun 4x minus 2y bərabərdir 3x plus y. X-lər yan-yana, y-lər də 1 köçürdük. Bütün x-lərin də yerinə indi 3y yazarıq. 3y minus y, 3y plus y. 2y yuxarıda, 4y aşağıda. Bu da qalar 1/2. A variantı. 4-də də yenə çarpaz vuraq. 2a üstə gəlsin 2b bərabərdir 3b-yə. 3b üstə gəl 3c bərabərdir 4c-yə. Buradan bir yan-yana yığsaq b bərabərdir 2a alınır. Aşağıda da c-lər yan-yana gəlsə c də bərabərdir 3b alınır. Əgər b-nin də qiymətini gətirib burada 2a-nı əvəzləsək, 3 vur 2a-dan olar c-nin yerinə 6a. Bizə də nə lazımdır? A-nı c-yə böl. A bölünsün c-nin yerinə 6a yazırıq. İxtisarlar gedər 1/6 qalar. B variantı. 5-ci sual. 3-ü də eyni sırada düzülüb deyə bir k-ya bağlasaq. X-imiz 4k, y-imiz 2k və z-imiz də 3k-dır. Burada yerinə yazırıq. 2 vurulsun 3k, üstə gəlinsin 2k, çıxılsın 4k bərabərdir 8-ə. 6k, 2, 8, 4k bərabər 8-ə. K-nı 2 tapırıq. Daha sonra k-nın yerinə gətirib 2 qoysaq, burada olar 8. Bizdən də x istəyirdi. A variantı. 6-ya keçək. A-mız 4k, B-miz 2k və C-miz də 3k-dır. Burada yerinə qoysaq 2 vurulsun 4k, üstə gəlsin 3 vurulsun 2k. 4k plus 3k yazsaq. 8-in üstünə 6 gələndə 14k bölünsün 7k. Bunlar da ixtisar gedər. Qalar 2. A variantı. 7-ci sualda da yine eyni məntiqlə. A-ya 2k. 2k-dan daha net dəqiq cavab görürük. Niyə? Baxın, burada 7-dən 14-ə keçmək üçün neyini 2-yə vurub. O zaman biz də 3-ü 2-yə vururuq. B-miz olur 6. 2-ni də 2-yə vursaq, A-mız da olur 4. A, B tapıldı. 5 vur 6 çıxılsın 6 vur 4. 30-dan da 24-ü gedər, qalar 6. B variantı. Sonra mənfi ədədlərimiz var imiş. Deməli, bunların hamısını bir dənə mənfi 1-ə bağlasaq.
A'mız olur mənfi 1,8, B'miz mənfi 0,9, C'miz də mənfi 0,3. Müqayisə eləsək C daha böyükdür, B sonra A. A, B, C ardıcılığı ilə Y. 9'da da neyini bir dənə K'ya bağlayaq. A'mız olur 6 bölü K. B'miz olur 4 vurulsun K. C'miz də olur 2 vurulsun K. İndi bunları da yenə bu sırada yerinə qoyaq. 2 vur 4K çıxılsın. 3 vur 2K bərabərdir 12'yə. Hesablasaq 8'dən 6'sı gedir 2K 12. K'nı tapırıq 6. K'nın 6 qiymətin bizə A'da yerinə qoyuruq. 6 bölü 6 bu da verər 1. A variantı. Ona keçək. Kəsirdən birincisi azad eləyək. Bu sıranı B'yə, digərini A'ya vuraq. 2AB üstə gəlsin 1 bərabərdir 3B'yə. Bir də AB çıxılsın 2 bərabərdir A'ya. İndi birincisi AB-lər bizə maraqlı deyil. Gəlin aşağı sıranı burada yenidən 2'yə vuraq ki, bu AB-lər geçsin. Hətta öz üstündə vurum, uzatmayın misalı. 2AB, bu hissə olar 4, burada olur 2A. Tərəf-tərəfə çıxdım, bunlar getdi. Yuxarıdan aşağıya doğru çıxanda 5 bərabərdir 3B minus 2A olur. Fikir verin, burada 3B'ni görürük. Gəlin əvəzləyək. 3B'nin yerinə 5 plus 2A yazaq. Onda olsun buradan. 5 plus 2A plus A minus 5 bölünsün 3A. Mənfi 5 5'i götürər. 3A'nı da 3A'ya bölsək olar 1. C variantı. 11'ə keçək. X, Y setimizi yenə X'in yerinə gətirib K'ya bağlayaq. Ən yaxşısı X'in yerinə K yazıram. Y'in yerinə K bölü 3 çıxılsın. Z'in də yerinə K bölünsün 6. Bərabər 7. Bu tənliyi həll eləyək. Ortaq məxrəc, daha doğrusu bütün sıranı 6'ya vuraq. 6K üzərinə gəlinsin 2K çıxılsın K bərabərdir 42. 8'dən biri gedir 7K 42. Demək K'mız 6 imiş. Bu da bizdən X istəyir. X-lə də K eyni şeydir axı. Deməli bu da 6'dır. C variantı. 12'yə keçək. Demək yenə ortaları bərabərləşdirsək 5A bərabər 10B'dən A'mız olur 2B. Bir də bu hissələri bərabərləşdirsək 10B bərabərdir 15C'yə. C'ni də onda B'yə gətirək. C də bərabər olsun. 5 ixtisarləsə 2B bölünsün 3. Bu A'nın B'nin qiymətin burada yerinə qoyaq. A'nın C'ni daha doğrusu. A'nın yerinə 2B. B ortada qalır. C'nin də yerinə 2B bölünsün 3. Bərabər 44. 3B üzərinə gəlsin 2B bölü 3. Bərabər 44. Bütün sıranı 3'ə vuraq. 9B üstə gəl 2B bərabərdir 44 vur 3. 11B bərabərdir 44 vur 3. İxtisar geçsin. B'miz olsun 12. Bizdən də elə B'nin qiymətini istəyirmiş baxaq. Yəni C variantı. Sonra 13'ə baxaq. Y sıfırdan böyüksə müsbətsə deməli hamısı müsbətdir. Bizə buradan nə lazımdır? K'ya bağlasaq X'imiz yenə olur K bölü 2, Y'imiz K bölü 4, Z'imiz də K bölü 3. Bu ifadəmizi burada nəzərə alaq. K bölü 2 üstə gəlinsin K bölü 4 bərabərdir K bölü 4 vurulsun K bölü 3'ə. Eyni məxrəcə gətirək sol tərəfimizi. 4'də 3K buradan yaranır. Bərabərdir K kvadrat bölünsün 4 vur 3. Bunu da heç K kvadrat yazmayaq. K vur K yazaq. Onsuz da ixtisarları görəsiniz. Demək K vur K bölünsün 4 vur 3. Soldan sağdan K'lar və 4'lər gedər. Çarpazla vursaq K bərabər 9 tapırıq. Bizə də X-la Z maraqlıdır. Bura olur 9 bölü 2. Z'imiz də 9'u 3'ə böləndə 3. Demək 9 bölü 2 üstə gəlsin 3. 2 də 15 edir. 15 bölü 2 C variantı. 14'ümüzə keçid alaq. Yenə bir K desək A'mız olur K bölü 3. B'miz K bölü 2. C'miz də K bölü 4. Bunları cəmləyək. K bölü 3. K bölü 2. K bölü 4 bərabər 52. Ortaq məxrəc 12'ni götürək. 4, 6, 3 qalsın. 13K bərabər 52. İxtisar geçsin buradan. 4 dəfə.
K da bərabərdir 48-ə. Bizə də C maraqlıdır. Gətirib burada yerinə qoysaq 48 bölü 4, yəni 12. İstədiyi sıra bu. D variantı. Yine 3'ü birbirine beraber 2 götürürük burada. B'ler ixtisar gedir. A'ya 4K, B'ye, C'ye 5K verə bilərik. Sonra bu ikisindən götürsək C'lər bu dəfə ixtisar gedir. Qalar 5 bölünsün B bərabərdir 8 bölə. A'nın qiyməti var. 5 bölü B bərabərdir 8 bölünsün 4K yazsam. Bu da B'miz olacaq 5K bölünsün 2. B'nin də qiymətini tapdıq. İndi bunları ayıraq. A, B, C'miz bu. Bizə də müqayisə eləmək istəyir və müsbət ədədlərdir. Müqayisə eləsək 5K daha böyükdür. Sonra 4K, 2.5K da ən kiçik. B, A, C formasında. B variantı. 16'ya gələk. Yenə 2-2 bağlasaq yaxşı olar. Bu 2-dən niyə bir baxsaq? Soldan sağdan y-lər gedir. X-a 4K, Z-ə 6K qalır. Bu 2 dənəni də bir götürsək, bu dəfə Z-lər gedir. 4y bərabər 5x-dan, x-in yerinə gətirib 4k qoysam, 4y bərabər 5 vur 4k, y də buradan çıxır. 4 deyib y ixtisar edirəm, y olur 5k. İndi bunları fərqləndirək. Bizə bunların hasilini verib. Demək, yazırıq nə? X-in yerinə 4K, Y-in yerinə 5K, Z-in yerinə 6K bərabərdir 960-a. Buradan hər halda ixtisar gələcək. 960-ı 6-ya ixtisar edək gəlin, elə üstündə. 6-ya bölsəm bir dəfə, 36-nın içində 6 dəfə 160. Bundan ixtisar getdi. 160-ı 4-ə bölsəm 40 dəfə, 40 da 5-ə böləndə 8. Yəni K kub 8-dirsə, buradan çıxır K-sı 2. Bizə də Z maraqlıdır. Gətirək Z yerinə qoyaq. 6 vurulsun 2 olacaq 12. C variantı. Yenə ortadan 2 birləşdirək. Y-lər gedir. X-a 6K, Z-ə 8K versək. Ortadan təzdən götürsək. Bu dəfə Z-lər gedəcək. 6y bərabərdir 12x qalır. X-in cavabı var. 6 vur y bərabərdir 12 vurulsun 6K. Bunlar gedəndə y bərabərdir 12K-nı görürük. Hamısı yenə K-ya bağlandı. Bizə də cəmin verib. 6K üstə gəl 8K üstə 12K bərabərdir 39-a. 26K 39-sa 13 ixtisar eləyəndə 2K bərabər 3. K-mız olur 3 bölü 2. İndi ayrı-ayrı tapsaq 6 vurulsun 3 bölü 2. Olur 9, 8 vurulsun 3 bölü 2, 12, 12 vur 3 bölü 2, bu da edir 18. İndi deyir y-dən z-i çıx. Y-imiz nədir? 18, çıxırıq z-i. 12-ni vurmaq lazımdır x-a, yəni 9-a. 6-ını da 9-a vuranda eləyər 54. Y variantı yəni. Gələk 18-ə. Buradan da 2-2 bağlasaq bir-birinə. X bərabər olur 2K-ya, Z bərabərdir 3K-ya. Ortaları da bir götürsək və Z-lər getsə, Y böl 3 bərabər X böl 4 deyirəmsə, Y bölünsün 3 bərabərdir. X-in yerinə 2K yazırıq. 2K böl 4. Bunu da çarpaz vuranda Y-imiz olur 3K bölünsün 2. Yenə bunları fərqləndirək. Bizə də bunların cəmi maraqlıdır. 2 vurulsun 2K, üzərinə gəlinsin 3K bölü 2, çıxılsın 3K, bərabər 35-ə. K üstə gəlinsin 3K bölü 2, bərabər 35. Bütün sıranı da 2-yə vururam. 2K üstə gəl 3K, bərabər 70-ə. 5K'mız 70-dirsə, K'mız olar 14. Bizə də x maraqlıdır. X-i gətirək burada yerinə qoyaq. 2 vurulsun 14 olar 28. C variantı. Sonra keçək B-sinin 19-una. Buradan 2-2 bağlayırıq. Z-lərimiz gedir. X-a 3K, Y-ə 2K veririk. Eyni şey ikinci, üçüncü sırada eləyək. Y-lər gedir.
Z bölü 2 bərabərdir x bölünsün 4. Buradan ixtisarləsək z bərabərdir 3k bölünsün 2. Bunu da buradan tapdıq. İndi mənfidir deyir bunlar. Mənfidirsə k'ya məsələn mənfi 2 gətir qoy. Bura olur mənfi 6. Bura olur mənfi 4. Bu da olur mənfi 3. Müqayisə eləsək z böyükdür y-dən, o da böyükdür x-dən. Z, y, x, y variantında. Sonra 20-də a-ya 2k, b-yə 3k deyək. Burada yerinə qoyaq. 2 vur 2k, üzərinə gəlsin 3k bərabərdir 84. 7k bərabərdir 84-ə. K-nı tapırıq 12. Bu da bizdən b-ni istəyir. O zaman 3 vurulsun 12 verər 36. Yəni y variantı. 21-də a-ya veririk 2k bu sıradan. C-yə verirəm 3k. C-nin qiymətini burada yerinə qoysaq 3k bölü b bərabərdir 3 bölü 4. Demək, b-miz olur 4k. Bizə də bunların fərqi və cəmi ilə bağlı tənlik verib. 2k üstə 4k çıxılsın 3k bərabərdir 6-ya. K bərabər olur 6. 3k bərabər 6-ya, k-sı olur 2. Bizdən də hər birini ayrı-ayrı istəyir. 2 vur 2, 4, 6, 8. A-nı 4'ü vurmaq lazımdır. C-yi 6-ya üstə gəlsin 8. 6, 4, 28, 24, 8, 32. D variantı. Sonra A-ya 2K, B-yə 5K versək və buradakı B-nin yerinə yenidən 5K qoyuruq. 5 bölünsün 8. İxtisar gedib çarpaz vursa C-yə də 8K deyək. A ilə C-nin cəmi 2K üzərinə gəlsin 8K 40'dır. Orada fərqləndirək. Buradan olur 10K 40. K-mız deməli 4. K-nın 4 qiymətini də 5-də yerinə qoysaq 5 vur 4, B-də 20. C variantı. 23'də yenə A-ya 3K, B-yə 4K deyirik. Həmin B-nin yerini aşağıda yazaq. 4K bölünsün C bərabər 1 bölü 3'ə. C-miz olur 12K. Demək, C-nin, B-nin, A-nın qiyməti. Bizə bunların cəmi fərqi var. Yenə 3 vurulsun 3K, üstə gəlsin 4 vur 4K. Çıxılsın 12K, bərabər 52-yə. 16'dan 12 gedir 4, 9'dan 13K bərabər 52. K-sı verir 4. Bu da bizdən A və C-ni istəyir. A-mız onda olur 3 vur 4'dən 12. C-miz olur 48. O zaman 12 üstə gəl 48 də verər 60. C variantı. Demək, burada çarpaz vursaq A-ya bir dənə 3B demək olar. B-nin də yerinə, daha doğrusu C-ni də tapanda C bərabər B bölü 2 fikir verin. A-nın da cavabı 3B-dir. C-nin də cavabı B-li bir ifadədir. O zaman 3B çıxılsın 2 vurulsun B bölü 2 bölünsün B. Bunlar ixtisar gedər. 2B bölü B-dən də B-lər gedər. Sonda qalar 2D variantı. 25. Buradan ilk 2 dənə hissəni, ikinci, üçüncü hissəni bağlasaq B-yə 2K, C-yə 5K desək, o zaman A bölünsün B hissəsində burada yerinə qoyaq. A bölü 2K bərabərdir 2K bölünsün. Demək, nədir bu? 5K. Bunlar gedir. A-mız olur 4K bölünsün 5. Demək, A, B, C çıxdı ortaya. Sonra bunları toplayaq. 2K üzərinə gəlsin 4K bölü 5, üstə gəlsin 5K bərabər 78'ə. Buradan 7K üzərinə gəlinsin 5'də 4K bərabər 78. Bütün sıranı 5'ə vursaq 35K üstə gəlsin 4K bərabərdir 78 vurulsun 5 yazaq. 39K bərabərdir 78 vur 5. Buradan ixtisarlar gedər. K tapılır 10. K-mız 10'dur. Demək, bizdən də B-ni istəyir. 2 vurulsun 10 da verər bizə 20'ni. O da C variantı. 26'ya keçid eləyək. Buradan A-ya 4K, B-yə 3K veririk.
Gətirib A-nın yerinə burada qiymətini yazaq. 9 vur C bərabərdir 8 vur 4K-ya. C-miz olur 32K bölünsün 9. İndi bu da bizdən C-ni B-yə böldür. C-nin qiyməti 32K bölünsün 9. Bölünsün B-mizdə 3K. Bu K-lar ixtisar gedir. 32 bölünsün 9-dan da 3 yan yana gəlir. 27 D variantı. 27-də bunların hamısını mənfi ədəd deyir ilə mənfi 1-ə bağlayayım ki, müqayisə edirik. A-sı olur mənfi 0.5, B-si mənfi 1.2, C-miz də mənfi 2.6. Ən böyüyümüz A, sonra B, sonra C. C, B, A. A variantı. 28-ə baxaq. 2 dənə uşaqlar modulla kökün cəmi 0-sa, bunlar ayrı-ayrı 0 olur. Niyə? Hər ikisi cüt dərəcədə müsbət ədəddir. Mənfini görmür axı. 2A-3B bərabər 0 yazırıq. Bir də B-4C bərabər 0. Buradan olur B bərabər 4C-yə və 2A-da əgər 3B-yə bərabərdirsə, 2A bərabərdir. Buradakı B-nin yerinə 4C köçürtmək olar. Onda 3 vurulsun 4C-yə, A-mız da olur 6C. Yəni A-nı da C-yə bağladıq, B-ni də C-yə bağladıq. İndi yerinə yazaq. 2 vurulsun B-nin yerinə 4C, çıxılsın 3C olduğu kimi qalır. 2 vurulsun A-nın yerinə 6C. Aşağıya düşürük 4C, çıxılsın 3C. Yuxarıda 8-dən 3 gedir 5, 5-dən 12-si getsə mənfi 7C bölünsün C. C-lərimiz də gedər, sonunda qalar mənfi 7 B variantı. 29-umuza baxaq. Çarpaz vurarıq, ilk ağlımıza gələn budur. 2x üzərinə gəlsin 2y bərabərdir 5z-ə. Bir də 4y çıx 4z bərabərdir 3x-a. Bir də bu var. Y plus z bərabər 37. Gəlin bunlardan bir şey yazmağa çalışaq. Birincisi görürük ki, ən aşağı sırada x deyilən bir şey yoxdur. X-ları silib. X-ların silinməsi üçün gərək bunlar bir eyniləşsin. Onda bu sıranı 3-ə vurum gərək. Bu sıranı da 2-yə vurum ki, 6x yarada bilim. O zaman 6x üzərinə gəlsin 6y bərabərdir 15z-ə. Buradan da 8y çıxılsın 8z bərabərdir 6x-a. Bunu tərəf-tərəfə toplasan, fikir verin, solda 6x, sağda 6x. Bunlar onsuz da gedəcək. Yerdə qalanları toplayıram. 14y çıx 8z bərabərdir 15z-ə. Bu da olar 14y bərabərdir 23z. Bunu da k nisbəti ilə desək, y-ə 23k, z-ə də 14k demək olar. İndi bunları da gətirək bu sonuncu sırada yerinə qoyaq. 23-ün 14-ün toplamı onsuz da bu 37k-nı verir. 37k bərabər 37-yə, k-nı tapırıq 1. Bu da bizdən nə istəyirdi? X-i istəyirdi. X-i də tapmaq üçün biz nəsə yazmışıq? Y-dən Z-dən biri çıxmalıdır. Y-imiz 23 imiş, Z-imiz də 14. Bir dənə sadə bir yerdə yerinə qoyaq. Məsələn, gətirərəm, burada yerinə qoyarım. Bunu da yerinə qoysaq 2x üstə gəlsin, 2 vurulsun. Y-in yerinə 23 bərabərdir 5 vurulsun, Z-in də yerinə 14. Bunu gedib hesablayaq. 2x üzərinə gəlsin 46 bərabərdir 70-ə. 2x bərabərdir 24-ə, x-imiz də çıxar 12. Bu da harda Y variantında. 30-a baxaq. Özü k verib sağ olsun. Bağlayaq. A-sı 3k, B-si 2k, C-mizdə 4 bölü k. Burada yerinə qoysaq 3k çıxılsın 2k, üzərinə gəlsin 4 bölü k bərabərdir 4-ə. K üzərinə gəlsin 4 bölü k bərabər 4-ə. Bütün sıranı k-ya vuraq, kəsirdən çıxsın. K kvadrat üstə 4 bərabər 4k-ya. Yıxsaq yan yana müxtəsər vurma formulası verir bizə. Bu da nə deməkdir? K minus 2-nin mötərizə kvadratı bərabər 0-a. K buradan çıxır 2. K-nın yerinə 2 qoysaq, onda A-mız olar 6, B-miz olar 4, C-miz də olar 4 bölü 2-dən 2. Hər biri tapıldı. Bizə də deyir ki, A ilə B-ni topla. Buradan. 6 plus 4 bölünsün C-yə 2. Onu da 2-yə böləndə 5. C variantı. Davam eləyək test 2-nin A-sı ilə. İndi 6 hərf görəndə nə iş görürük uşaqlar? Fikir verin. Bunun üstündəki A, C, Y var. Bu sıranı altındakı hərfə bağlamaq lazımdır. Yəni, A bölü B bərabərsə 4 bölü 3-ə. Buradan deyirik A bərabər imiş 4B bölünsün 3.
Eyni qayda ilə C bölü D əgər bərabərdirsə 4 bölü 3-ə, o zaman C'miz olsun 4D bölü 3. Yəni o bərabər dediyimiz hərflər A, C, baxın buradakilərdir. A-sı, C-si və Y-si. Bunlara əsas fikir verək. Buradan da Y bölünsün F bərabərdir 4 bölü 3-ə. Y-miz olar 4F bölünsün 3. Gətiririk bu ACY-nin yerinə yuxarıda yazırıq. 4 bölünsün 3 yanında B. Sonra C'nin yerinə 4 bölünsün 3 yanında D. Y-nin də yerinə 4 bölü 3 yanında da F-si. Məxrəcdə də onsuz da BDF var axı. Bunlar ixtisar gedəcək. BDF-lər ixtisar getsin. 3-də 4-dən də 3 dəfə öz-özünə vurmaq kubu deməkdir də. 27 aşağıya, 64-də yuxarıya, yəni C variantı. 2-də də yenə eyni məntiqdir. Birbaşa yazıram artıq. A bərabərdir 9B, C bərabərdir 9D və Y də bərabərdir 9F. Buradan da gətirib yerinə qoysaq, A-mızın yerinə 9B vurulsun C-nin kvadratı. O zaman olur 81D kvadrat. F-də olduğu kimi. Y-nin işimiz yoxdur. Çünki biz Y-ni əvəzləmiş axı. Aşağıda da B vur D kvadrat. Baxın, buradakı Y-nin yerinə yazırıq 9F. İndi F-lər ixtisar getsin. D kvadratlar da gedir, B-lər də gedir. Sonda qalır nə? Bu 9-lar da hətta ixtisar edək. Sonda qalır bir dənə 81-imiz Y variantı. Sonra 3-də bu 3 ədəd müsbətdir. A-nın Y-yə nisbəti. İndi buradan hissə bağlayaq. Birincisi A B ilə bağlana bilir. Yəni A-nın yerinə BK yazmaq olur. Sonra B-nin yerinə CK yaza bilirəm. C-nin yerinə DK və D-nin də yerinə YK. Düzdürmü? İndi gətirək. Baxın, bu D-nin qiymətini burada yerinə yazıram YK. Onda bu olur nə? YK vurulsun K-dan. YK-nın kvadratı. Bu YK kvadrat nəyin yerinə yazılır? C-nin. O zaman bu C-nin də yerinə yazırıq ki, YK kvadrat vurulsun K. O zaman olar YK kub. Bu da nəyin yerinə yazılır? B-nin. Buradakı B-nin yerinə köçürtsəm, olar YK-nın kubu vurulsun K. Bu da eləyər YK-nın üstü 4. Deməli, biz nə iş gördük? A ilə Y arasında əlaqə qurduq. Onu da gətirib yazırıq ki, YK-nın üstündə 4 bölünsün Y-yə bərabərsə 16-ya bu ifadədən. Y-lərimiz də ixtisar gedər. Əgər K üstü 4 16-dırsa və müsbət ədədlərdirsə, K-dan da təbii ki, müsbət 2 çıxar. B variantı. 4-cü suala keçək. Burada da bir bağlama görürük, amma ortaq bir şeyimiz varmı? Hələ ki, ilk gördüyüm AB bərabərdir 4C bölünsün 5-dir. Buradan çarpaz vursaq. Digərində A kvadrat, C kvadrat bərabərdir B bölü 2. Axırıncısında da bunları görüm tərəfəmə vursaydım. Heç bunları gəlin belə eləməyək, ayrı-ayrı tapmayaq. Bunların sol hissələrin bir vuraram, sağlarda bir vuraram. Hər halda bir ixtisar görünəcək. Yəni AB bölünsün 2C vurulsun C kvadrat A kvadrat bölünsün B. O da vurulsun CB kvadrat bölünsün A bərabərdir. Cavabları da 1 vuraq. 5-də 2, 2-də 1 və 2-də 45. İndi ixtisarlara fikir verək. Hərflərdən nələrimiz gedər? B ilə B gedər. C-nin biri ilə bu C gedər. Bu A ilə də bu A gedər. Başqa da bir ikimiz getmir. Sürətdə qalır A kvadrat, B kvadrat, C kvadrat bölünsün 2. Bərabərdir, sağ tərəfdə də 2-nin biri ilə biri gedər, 5 ilə də 45 uzaq başı, buradan gedər, qalır 9. Yəni 2-də 9. Məxrəcləri də buradan atsaq, onda A, B, C-nin kvadratı əgər 9-dursa, kvadratı da üstündən götürsək, A, B, C müsbət 3 də çıxar, mənfi 3 də. Bu bizə bir şərt verməyib, hər halda variant üzərindən görürük ki, mənfi ədəd yoxdur. Müsbət 3 də götürmək olur, C variantı. Keçək 5-ci sualımıza. Buradan nə iş görmək olar? Toplama çıxmada məsləhətdir ki, bunları parçalayın, eyni məxrəcə gətirməkdənsə. Məxrəcdə bir hərfimiz varsa ayrı-ayrı bölə bilirik axı. A bölü B çıxılsın, B bölünsün B. Digərində də C bölünsün D çıxılsın təzədəndən. D bölünsün D. Buradan fikir verin, nə qəşəng ixtisarlar gedir. Yəni qalır nə? A bölü B çıx 1. Digərində də C bölü D çıx 1. İndi keçirik cavaba. Bizdə axı A bölü B-nin cavabı var 4. Bunun yerinə yazırıq 4 çıx 1 vurulsun. Həmçinin C bölü D-nin də cavabı 4-dür. 4 çıx 1, 3 vur 3-dən olar 9. C variantı. Sonra 6-ya keçək. Yenə eyni işi görürəm burada. Belə kəsir saxlamağın bir mənası yoxdur. Ayrı-ayrı bölsək.
Bunlar bir-birinə bağlanacaq. Belə görürəm. A böl D üstə gəl B böl D. Bizdə B böl D deyilən bir şey yoxdur. Bunları gəlin bir dənə K-ya bağlayaq. A bərabər olsun B K-ya və B bərabərdir C K-ya. Buradan da C bərabər olur D K-ya. İndi A-nın yerinə gəlin sürətdə yerinə yazaq. A-nın yerinə yazıram BK, üstə gəlinsin B formasında. Düşürəm aşağıda D-nin də yerinə bir şey yoxdur bizdə. C bərabər DK var. B bölünsün, D burada qalsın hələ ki. İndi əvəzləyəcəm onu da. Vurulsun. B-nin yerinə elə B-dir. Üstə gəlsin C-nin yerinə. Buradakinin yerinə yazıram DK. Bölünsün B təzdən qalır. Vurulsun C-nin yerinə DK. Üstə gəlsin D. Bölünsün DK. Bərabər 27. İndi görək nə etmək olar. Bax, bu B-nin yerinə CK yazmaq olar. B-nin yerinə yazıram demək CK. Hətta bunu ortaq vuruq çıxardım da. B-ni çıxarsam qalır K plus 1 bölünsün D. Vurulsun. Bu B-nin indi gətirib yerinə CK yazmaq olar. CK üstə gəlsin DK. DK-nın da yerinə C yazmaq olar. Bizə görək nə qədər sərf eləyər. Qoy bu qalsın. B-nin də yerinə yazıram CK. Vurulsun. D-ni də buradan ortaq vuruq çıxardığında qalır K plus 1 bölünsün DK. İndi nisbətən ixtisarlar getməlidir. Baxın, ilk gördüyümüz bu D-lər gedər. Sonra B-ni də bir əvəzləyək. B-nin yerinə yazırıq CK. Vurulsun K plus 1. Düşürük aşağıya. D-nin yerinə bir şey yaza bilmirik. Və C-ni də buradan əvəzləyik. Baxın, bu C-ni buradan çıxardacağım. Həmin o C-nin yerinə DK yazıram. DK vurulsun K kimi ki, aşağıdakı o D ilə ixtisar eləyə bilək. Sonra yuxarıdan CK-nın C-nin yerinə onu da yazıram. K-nı ortaq vuruq çıxardaq, uzanmasın. C plus D qalır. C-nin də yerinə yazırıq DK plus D. Bölünsün CK. C-nin yerinə DK vurulsun təzədən K. İxtisar getməlidir hər halda. Bərabərdir 27-yə. Sanki çoxmu uzadıram mən bu misalı? A, D-yə bağlanmayıb, onsuz da yox. Neysə, ixtisarlarımızı eləyək buradan. Bu K-nın biri ilə bu K-nın biri gedər. Bu D ilə də bu D gedər. Qalar nə? K-nın kvadratı vurulsun K plus 1. Vurulsun. Buradan D-ni çıxardıram. K plus 1 bölünsün. D vur K. Vurulsun. K plus 1 bölünsün K. Yenə bir xeyli ixtisarlarımız var. Buradan da D ilə D getdi. Bu K'larda K kvadratı götürdü. 3 dənə K plus 1'imiz qaldı. Fikir verin. Onda sonda biz nə alırıq? K plus 1'in kubu əvəzlənə gedir. Bərabərsə 27-yə. K plus 1, 3. K da buradan çıxar 2. Misalda nə istəyirdi? A-nı D-yə böl. Onda K-nın yerinə gətirib 2 qoyuruq. A-mız olur 2B. Bu 2C. Bu da 2D. İndi A-nı D-yə bölmək. Gətirib yəni hamısını D ilə bağla. C-nin yerinə gətirib 2D qoyuram. 2 vur 2D. Olur 4D. B-nin yerinə yəni. Burada da B-nin yerinə 4D qoysam. 2 vur 4D. Olar 8D. Gətirib sürətə A-nın yerinə 8D bölünsün D yazırıq. Bunlar da ixtisar gedər. Sonda qalar 8. Yəni D variantı. Sonra 7-mizə baxaq. Buradan da yenə üstləri bağlayarıq da altdakilara. A, C-yə fokuslanaq. A-mız olsun 7B. C-miz 7D-dir. Y-miz də 7F. Gətirib burada yerinə qoyuruq sürət hissədə. 7B, 7D və 7F. Məxrəcdə də eyni şeylərdir. Fikir verin, ixtisar gedəcək. Amma bir şərtlə ki, biz 7-ni ortaq vuruq çıxardaq. 7-ni götürürəm, qalır B, D, F. Məxrəcdə də yenə B, D, F cəmi. İxtisar gedir, sonda da olur 7. Yəni D variantı. Sonra 8-də nə iş görək? Bunları bir öz içində vurmaq istəmirəm. Gəlin K-ya bağlayaq yenə. Əgər x plus 1 bərabərsə 2K-ya, buradan çıxır ki, x bərabərdir 2K minus 1. Hamısının x-i, y-i, z-i mən K-ya bağlayayım ki, sonda gətirib bərabərləşdirə bilək. Sən də alaq bu tərəfə. Demək, növbəti y plus 2 bərabərsə 3K-ya. Y-imiz olar 3K minus 2. Axırıncısı da z minus 1 bərabərsə 4K-ya. Z-i də olsun 4K plus 1. İndi əvəzləməmizi eləyək.
X-in yerinə 2k minus 1. Üstə gəlsin 3k minus 2. Üstə gəlsin 4k plus 1. Bərabər 16. K-ları 1 götürsək 9k mənfi 1 ilə 1 geçsin. 2 də gəlsin bu tərəfə 18. K-nı tapırıq 2. K-nı tapandan sonra avtomatik Y-i də tapa bilərik də. Bu da bizdən Y istəyir axı. O zaman 3 vur 2 çıx 2. Y bərabərdir. Eləyər 4. C variantı. Sonra 9-da. Yenə eyni məntiqdir. Gəlin bağlayaq K-ya. 2 dənə olması bizi çaşdırmasın. A plus B-yə 2K deyirik. B plus C-yə 3K. A plus C-miz də 5K-dır. Fikir verin. Bu A, B, C-nin eyni vaxtda cəmini istəyir. Gəlin biz də bu sistemi toplayaq. Onda olur 2A üstə 2B üstə gəlsin 2C bərabərdirsə 10K-ya. Hər tərəfdə 2-yə böləndə A, B, C cəmi çıxar 5K. A, B, C cəmin verib bax 30. 30 bərabərdir 5K. Buradan K-nı tapırıq 6. Bu da bizdən C-ni istəyir. Yəni, onda K-ları yerinə yazmaq lazımdır ki, sistemi həll edək. A plus B-miz 6 vur 12, 2-dən 12. B plus C-miz 18. A plus C-miz də 30. İndi C maraqlıdırsa, A, B aradan getməlidir yavaş-yavaş. Bu ikisini tərəf-tərəfə çıxaram. Olar. A minus C bərabər mənfi 6. Bir də A minus C yox, C minus A. Yuxarıdan aşağıdan çıxaq ki, mənfi də olmasın. C minus A 6, C plus A 30. Onsuz da bizdən A-ların getməyə maraqlıdır. C-ni tapmaq istəyirik axı. A-lar da gedər, sonunda qalar 2C bərabərdir 36-ya. C də çıxır 18. Yəni K-nı tapmaq bəs eləmir. Bəzən A, B, C-ni də ayrı-ayrı tapmaq lazımdır. Sonracığıma keçək. Burada da yenə bayaqki sxemdir. Üstəkilərlə işləyək. Yəni A bərabərdə 6B-yə bağlansın. C bərabərdə 6D. Y də görəndə yerinə yazırıq 6F. İndi gətirək burada yerinə yazsaq. Nə olur? Çəkək xəttimizi. 6B çıxılsın 3 vurulsun 6D. Üstə gəlsin 2 vurulsun 6F. Məxrəcdə də B çıx 3D. Üstə gəlsin 2F qalır. Sürətdən 6-lar çıxanda fikir verin, ortaq şeylər yaranır. B çıxılsın 3D. Üstə gəlsin 2F. Bölünsün B çıx 3D. Üstə gəl 2F. Buradan da bu hissələr ixtisar gedər. Sonunda bizdə qalar 6. E variantı. 11-də də yenə eyni sxem. A-ya deyirik. Demək nə? B bölü 2. C-yə deyirik. D bölü 2. Y-yə də deyirik. F bölü 2. Bu A, C, Y-nin qiymətlərini tapdıq. Bunu bir kənarda gözlədək. İndi gətirib burada yerinə qoysam. 4 vurulsun A-nın yerinə B bölü 2. 3 vurulsun C-nin yerinə D bölü 2. 2 vurulsun Y-nin yerinə F bölü 2. Bərabərdir. İkimizin gününə. Bərabərdir 8-ə. İxtisarlar hər halda gedir. Bir sadələşmə olacaq. Bunu da gəlin bütün sıranı 2-yə vuraq. Belə kəsirlə saxlamayaq. Olsun 4B. Üstə gəlinsin 3D. Bax buradakı 2-yə görə dedim ha. Üstə gəlinsin 3D. Çıxılsın 2F. Bərabərdir 16-ya. Bu misalın ikinci sırasında gətirib alt-alta yazım ki, bir dənə də silinmə oradan görək. Fikir verin, 4B-si və 3D-si eynidir. Tərəf-tərəfə çıxaram. Onda olar mənfi 2F bərabərdir 16-dan 4 çıxanda 12. F-imiz də olsun mənfi 6. İşarələrə də fikir verin. Bax, müsbət 6-sını da verib. Bunu istəmirik. Sonra 12-yə keçid alaq. Buradan nədir dərdimiz? Yenə bir K-ya bağlamaq olar. 2A plus B-miz bərabərdir 4K-ya. A çıxılsın C-miz 6K-dır. 3C-miz də 2K-dırsa C-miz olur 2K bölü 3. Onda bu C-nin qiymətin, fikir verin, burada yerinə qoysaq, A da çıxar. Elədir. Gətirib yazıram. A bərabər imiş nəyə? C-ni atıram sağ tərəfə. 6K müsbəti ilə üstə gəl 2K bölünsün 3. Bunu da eyni məxrəcidə hesablasaq, 3-də 6, 3, 18, 20K. Həmçinin A-nın qiymətini də yuxarıda yerinə qoysaq, B-ni də K-ya bağlayarıq. Onda 2 vurulsun 20 bölü 3, 40K bölünsün 3. Üstə gəl B əgər 4K-ya bərabərsə, buradan da B bərabərdir. 4K çıxılsın 3-də 40K-ya. Bunu da hesablayanda 3-də 12-dən 40-a gedir, mənfi 28K. Fikir verin, indi hamısının cavabı K-lıdır. B-nin də, A-nın da, C-nin də. Bu sarıladığım hissələr.
Sonra bu tapdıqlarımızı harda yerinə qoyuruq? Bu cəmin 12 olduğu yerində. A-nın yerinə yazıram 20k bölü 3. Üstə gəl B-nin yerinə mənfi 28k bölü 3. Axırda da C-nin yerinə 2k bölü 3. Bərabərdir 12. Sonra ortaq məxrəc 3 götürsək, 20-dən 28-i gedir, mənfi 8, üstünə 2 gələndə mənfi 6k, bərabər 12. Buradan ixtisar geçsin, mənfi 2k 12-dirsə, k-nı tapırıq mənfi 6. K-mız hazır, bizə nə maraqlıdır C? Onda gətirək k-nın yerinə burada mənfi 6 qoyaq. 2 vurulsun mənfi 6, bölünsün 3. Bu da eləyəcək mənfi 2, 2, mənfi 4. Bizim son cavabımız bax burada. Mənfi 4B variantı. Sonra 13-ə keçək. Belə mürəkkəblərdə k-ya bağlamaq bəs eləmir. Yəni çarpaz vurmarıq. Deyərik ki, bu bir k-ya bağlıdır. Əmması nədir? Aşağıları bir toplayırıq, üstləri bir toplayırıq. Bu tənasüblərdə, nisbətlərdə belə bir haqqımız var idi. Onda yuxarıda nə görürəm? Hamısını toplayım. İndi yoxlamaq üçün yazıram. Bəlkə heç sərf eləməyəcək, başqa yola gedəcək. 4z minus x üstə gəlsin x plus y minus 3z bölü, aşağısında keçək toplayaq. X plus y plus z bərabərdir k-ya. Yuxarıdan nə görürük? 2x, mənfi x, müsbət x buradan bir-birini silir. Mənfi y, müsbət y silir. Başqa da bir şey görmürük. Yerdə qalanları yazıram. 2x üstə gəlsin 2y. 4z, 5z-dən də 3z gedir, üstə gəlsin 2z. Qəşəng bir ortaq vuruq çıxartmaq olar. İşimizə yaradı bu metod yəni. Bərabərdir k-ya. Yuxarıdan da 2-ni ortaq vuruq çıxardıram. Qalır x, y, z-in cəmi. Bölünsün təzdən o x, y, z var axı aşağıda. Bunlar da bir qəşəng ixtisar geçsin. Sonda qalsın k bərabər 2. K-mızı tapdıq. İndi iş buradan başlayır. Biz nə edirik? X, y, z-lərimiz ixtisar gedib. K-ya da 2 demişik. Bunu bərabər eləsəkmi? X, y, z-in cəmini bilmirik. İndi bu misalı qaydıram. Bunu bərabər edirəm bir dənə 2-yə. Sonra ayrı-ayrı çarpaz bunları indi vura bilərik. 2x çıxılsın y, üstə gəlsin z, bərabər olar 2x-a. Bax, buradakı x-i 2-yə çarpaz vurdum. Sonra ikinci tənlik 2y üstə gəlsin 4z, çıxılsın x, bərabərdir 2y-ə. Bir də axırıncısını çarpaz vursaq, x plus y minus 3z, bərabərdir 2z-ə. Belə bir tənlik yaratdıq. İndi gəlin belə bir şey eləyək. Səpələnmişləri yığaq yan-yana. Məsələn, solda 2x, sağda 2x. Məsələn, ilk gördüyüm bunlar bir-birini silər, 2y-lər silər. Nə qalır onda? Mənfi y-i də sağa atsaq, görürük burada yaranır y bərabər z. Aşağıda yaranır x bərabər 4z. Ən aşağıda da x plus y bərabərdir 5z-ə. Həqiqətən fikir verin, x-lə y-i toplayanda 5z olur. Bir çətinlik yoxdur. Onda biz elə bu əvəzləmələrlə yola çıxaq. X-i y-i z-lə əvəzləyək. İndi gətirib burada yerinə qoyuram cavab hissədə. X-in yerinə yazıram 4-ün kvadratı, yəni 16z kvadrat. Y-in yerinə z kvadrat, üstə gəlsin z-də öz yerində. Təzdən aşağıda x-in yerinə 4z vurulsun z, üstə gəlsin y-in yerinə z vur z, x-in yerinə 4z vurulsun təzədən z. Bunu da hesablayanda yuxarıda olur 18z kvadrat. Aşağıda da olur 4, 4, 8, 9z kvadrat. Yenə ixtisarlar geçsin. Son yekun nəticəmiz də olar 2. Bu sualın cavabı 2. Sonra 14-ə keçid alaq. Buradan nə iş görək? Bu ixtisar gedir onsuz da 1-in 3-ə nisbəti deməkdir. Yəni A-ya 3B, C-yə də 3D demək olar. İndi nə iş görək? Yerinə yerləşdirək. 3B üstə gəlsin 3D. Vurulsun 3, bölünsün B plus D vur 2. Fikir verin, ortaq vuruq çıxarsaq qəşəng bir ixtisar gedəcək. 3-ü götürürəm, B plus D vurulsun, təzədən bir dənə misalın öz 3-ü var idi. Aşağıda da B plus D vurulsun 2. Bunlar ixtisar geçsin. Qalır 9 bölü 2. Sağ olsunlar, üzləri ağ olsun. Yoxdur cavab. Mən yenə bir baxım, səhv eləmədimsə. A, 3B nədir? Sorry. Buranı düzəldək. Burada bir səhv elədik. A bərabər 3B deyil, A bərabərdir B bölü 3 yazmalıydım. Orada bir ixtisar səhvini yazmışam. B bölü 3, buradan da C bərabərdir, D bölünsün 3 deyil. Kəsrlə vəbşi biz niyə işləyirik ki? Elə qısası B bərabərdir 3A,
D də bərabərdir 3C demək olar da. Yuxarıdan işimiz olmasın, aşağıda gətirək yerinə qoyaq. A plus C vurulsun 3. Aşağıda baxın bu BD-ni əvəzləyək. 3A üstə gəlsin 3C vurulsun 2. Yenə eyni ixtisardır. 3'ü aşağıdan ortaq vuruq çıxardaq bu dəfə. 3'ü götürürəm. Qalır A plus C vur 2. Bunlar ixtisar geçsin. Sonda da qalsın 2'də 1. O da B variantı. Davam eləyək 15-dən. Burada çarpaz vurmaq məncə sərf eləməyici uşaqlar. Görürsünüz necə mürəkkəbdir. Gəlin yenə üstləri 1, altları 1 toplayaq. O zaman nə görürük? 2A'dan A'sı gedir A plus B plus C. Aşağıda da 2A plus 2B plus 2C. Qəşəng. İxtisarlar da bizə sərf edir. Bərabərdir B bölü 4-də. Yəni sonuncusuna. Buradan A plus B plus C'miz qalsın. Elə bizdən də B-ni istəyir. Sadələşir misal bir xeyli. A plus B plus C də ortaq vuruqdan sonra yaranır. Bərabərsə əgər B bölü 4-də, yəni 1 bölünsün 2 bərabər B bölü 4 dediksə, B də çıxar buradan 2. Qəşəng. E variantı. Sonra keçək 16-mıza. Burada nəyimiz var? Uzun bir şeyə bağlanıb. Mürəkkəb olmanın mürəkkəbidir. A, B, B. Birinci ilk gördüyüm bu hissədir. B-yə məsələn 2K, C-yə də 5K vermək olar. Çünki düz mütənasib baxırlar. Eyni nisbəti burada yazsaq, bunu da hardan çıxartmış oluram? Gəlin elə ümumi misalı K-ya bağlasam. B bərabərdir, gedim qıraqda yazım, 2K deməkdir. C bərabərdir 5K deməkdir. A bölünsün B-nin qiyməti var, axı bizdə 2K. Bu hissədən danışıram. Əgər bərabərdirsə K-ya, A-mız da olur 2K-nın kvadratı. Bu burada gözləsin. Sonra fokuslanaq baxın bu hissəyə, bu mürəkkəb olan yerə. İndi 3 vurulsun, A-nın yerinə yazıram 2K kvadrat. Çıxılsın 2 vur B-nin yerinə 2K, üstə gəl C-nin yerinə 5K. Bölünsün, aşağıda x bilmirik nədir? 4, üstə gəlsin B-nin yerinə yenə 2K bərabərdir K-ya. Fikir verin, buradan nəsə bir ortaq vuruq, ixtisar falan filan olacaq. Yuxarıdan 6K kvadrat, çıxılsın, çarpaz vurum hətta sizə, daha qəşəng görünsün. Çıxılsın 4K, üstə gəlsin 5K bərabərdir x. Buradan da ortaq vuruq çıxardaq da elə. X üstə 4 üstə gəlsin 2K, vurulsun K deyək. Aşağıdan K-nı ortaq vuruq çıxardanda qalır 6K, mənfi 4-ün üstə 5 gəndə 1K olmuşdu. Üstə gəlsin K-sı gedir, qalır 1, bərabərdir x plus 4, üstə gəlsin 2K. Vurulsun K. Fikir verin, bu K-lar getdi ixtisara. Qalır nə? 6K plus 1, əgər bərabərsə x plus 4 plus 2K-ya, buradan da x-i tək saxlayıb hamısını yıxsaq bir tərəfə, olar 4K çıxılsın 3. X-i də belə K-lı bir ifadə tapırıq sonda. İndi variantlardan görək hansı buna oxşuyur. Fikir verin, bizdə variantlar hamısı B ilə verib. B-nin qiyməti nədir? 2K. 4K yaranması üçün nə etməlidir? 2-yə vurmalıdır. Ən azı A variantı deyil, B variantı deyil. Məsələn, C-ni yoxlayaq. Buraya gətirib 2K qoysam, 2-ni 2-yə vuranda 4K çıxılsın 3. Bax, bizə lazım olan cavab buradan elə çıxır. Gördük yəqin ki. 17-yə keçid alaq. Burada nədir məsələ? Bunu da elə düz məntiq üstlərlə gedərik və K-ya da bağlayarıq. Sağ olsun, özü də verib. A-ya BK, C-yə DK, Y-yə də FK əvəzləyək. Gətirib kəsirimizdə yerinə qoyaq. A-nın kubu, yəni B-nin kubu, K-nın kubu. Vurulsun, F-nin yerinə elə F qalır. Çünki biz Y görəndə əvəzləyirik axı. Üstə gəlsin 3 vurulsun, C-nin kvadratı, yəni olur D kvadrat, K kvadrat. Düşək məxrəcə, B-ni əvəzləyəcəyimiz bir şey yoxdur. B kub, amma Y-ni əvəzləyə bilirik. Baxın, burada var. Olur FK. Üstə gəlsin 3 vurulsun, D-ni əvəzləyə bilmirsən. D kvadrat. Yuxarıdan ortaq bizim bir K kvadratımız var. Gəlin bunu ortaq çıxardaq. Qalır nə? B-nin kubu yanında FK. Üstə gəlinsin 3D-nin kvadratı ki, bu da bizə lazımdır. Çünki məxrəcdə var axı. B kub FK. Üstə gəl 3D kvadrat. Eynisi yarandı. İndi bunlar da ixtisar gedər. Sonda da qalar K-nın kvadratı. Bu da ifadəni sadələşdirilir. A variantı. Sonra 18-imizə keçid alaq. Demək, x, y hər ikisi 7-yə bağlanır. Yenə üstlərlə getsək. X-in yerinə yazırıq 7y. A-nın da yerinə 7b. İndi bu ikisindən istifadə edək.
A-nın yerinə yazırıq 7B. Üstə gəlsin Y-nin işim yoxdur. Çıxılsın X-in yerinə 7Y. B ilə də burada işimiz yoxdur. Düşürük aşağıya da Y minus B. Bunlar əvəzlənməmişdi onsuz da. 7B-dən biri gedir 6B. Çıxılsın 6Y. Bölünsün Y minus B. Ortaq vuruq da 6-nı götürək. Qalsın B minus Y bölünsün Y minus B. Fikir verin, ixtisar gedəcək, amma yerləri dəyişikdir deyə bura bir dənə mənfisi qalır. O da olur mənfi 6. B variantı. Sonra cəma 19-a keçək. Buradan da yenə özümüz mazol oldu. Üstəkilərlə işləyirik. X-in yerinə 2A, Y-in yerinə 2B, Z-in də yerinə 2C deyək və gətirək bu hissədə yerinə yazaq. Demək, X-in yerinə yazıram 4 vur 2A. Çıx 8 vurulsun 2B, üstə 3 vurulsun 2C, bərabər də 36-ya. Yəni 8A çıx 16B, üstə gəlsin 6C, bərabər də 36-ya. Hər tərəfdə 2-yə bölmək olar. 4A çıx 8B, üstə gəl 3C, bərabərdir 18. İlk hesabladığımız hissə bura. Sonra bu A çıx 2B-ni buna oxşatmaq istəyirəm, amma görürəm ki, bu azdır da oxşamır tam. Gəl bunu 4-ə vuraq ki, o 4A ilə uyğunlaşsın. 4A çıx 8B-miz olur 12. İndi buna da bir dənə sistem tənli kimi baxsaq, tərəf-tərəfə çıxan da bu 4A-lar, 8B-lər eyni daxı gedər. 3C bərabərdir 18-dən 12 çıxırıq 6, C-ni tapırıq 2. Bu da bizdən Z-i istəyir. Z ilə C-yə bağlıydı axı. 2 vur 2-dən də olar 4. Yəni C variantı. Sonra 20-yə gələk. Yenə neyini? Bir dənə özümüzdən bir K deyək. A bərabər olur BK-ya, C bərabərdir DK-ya, B də bərabərdir CK-ya. Burada iki yerdə B görmüşəm. Bunlar bir əvəzlənsin, bu formada qalmasın. Onda bizim A-mız bərabər olur CK-nın kvadratı və C-nin də yerinə belə DK-lı bir şey demək olur. Bax bu C-nin yerinə. Onda bir dənə də deyəcəyik ki, həmçinin A bərabərdir DK-nın kubuna. Ən son bu əvəzləməyi yaza bildik. İndi gətirək misalın yerinə yazaq. Bir dəqiqə, misalda da deyir ki, B ilə C-nin cəmi A ilə B-nin cəmidir. Yerinə qoyum onda. B-nin yerinə yazıram CK, üstə gəlinsin C. Aşağıda da A-nın yerinə yazıram BK, üstə gəlinsin B. Bərabərdir ki, buradan qəşəng ortaq vuruq çıxır. Bizə nə qədər sərf edir? C-ni götürəndə K plus 1, B-ni götürəndə yenə K plus 1. Bərabərdirsə 2-yə, misal bir xeyli bizə bir şey deyir. Bu K plus 1 yuxarıdakini gərək heç eləməzdim. Əgər C-nin B-yə nisbəti 2-dirsə, onda burada biz tərsini görürük, yaxı B bölcəyi görürük, fikir verin. Onda buradan belə başa düşürük ki, B bölünsün C-nin də cavabı 2-də 1 imiş. Gətirib, yəni K bunun tərsi olur da. Qısası K gördüyümüz yerlərə 2-də 1 düşünə bilərik. Bu burada gözləsin. İndi bu da deyir ki, D-ni B-yə böl. Gələk cavab hissələri. D-nin yerinə biz nə görmüşük? D-nin yerinə bir şey görməmişik. Elə D yazaq. B-nin yerinə amma CK yaza bilirik. Sonra C-ni də biz nə ilə əvəzləmişdik? DK ilə. D bölünsün, DK vurulsun, K yazasan. D-lər ixtisar gedəcək, qalacaq 1 böl K kvadrat. K-nı da bayaq tapmışıq axı. 1 bölünsün, 2-də 1-in kvadratı 4-də 1. O da tərsinə çevrilir, olar 4. Biraz fikir qarışdıran suallardan idi. Gələk bu tipimizə. Burada nə deyir? X1, X2, X3, X4 bu formada gedir. Hamısının üstü toplanır. Altları, İndi yenə neyinəm? Üstləri 1, altları 1 toplama haqqım var axı. Gəlin bundan istifadə edək. Yazaram X1, üstə X2, üstə gəl X3, üstə gəl nöqtə, üstə gəl Xn. Bir də burada 2-lərdən toplanma var axı. 2-dən də nə qədərdir? N-dən. Üstə gəlsin 2-n yazaram. Çünki hər birinin yanında bir 2 var. Yapışıqdır bunlara. Aşağıda da olur nə? X2 üstə gəlsin, X3 üstə gəlsin, nöqtə, Xn. Mənfi 1-lərdən də nə qədərdir? N-dənə. Yəni mənfi 1 vurulsun, N-də buraya yazarıq. Bərabərdir mənfi 2. İndi nə iş görək? Bunları X1-dən X-nə qədər əgər cəmi özü misal verib 60. Gəl biz də bunu yazaq da. Fikir verin, misalın burasında X1 əksikdir. Özümdən bura bir dənə X1 plus yazıram. Bir dənə də əvvəlinə, daha doğrusu axırına çıxılsın X1 yazıram ki, tarazlıq qorunsun da. Bir müsbət, bir mənfi. Bunu eləməkdə məqsədim nədir? X1-dən X-nə qədər gördüyüm hissənin yerinə mən gətirib 60 yaza bilim. Bax, bunu misal bizə verib. Onda nəyə çevrilir misalımız? 60 üstə gəlinsin 2n.
bölünsün 60 çıx n, bir dənə də yanında x1-i var, mənfi 2. Bunu da çox güman ki bir çarpaz vurarıq, görək əlimizdə nələr qalır. 60 üstə gəlsin 2n bərabərdir mənfi 2-ni götürüb bura çarpaz vursam. Mənfi 120 üstə gəlinsin 2n, çıxılsın üstə gəlinsin 2 dənə x1. Hə, qəşəng. Soldan sağdan bu 2n'lər geçsin, bizə lazım deyil. 60 dan 120 yan yana gəlir. 180 bərabərdir 2 dənə x1-ə. x1-i də olsun 90. Bu da hardadır? İnşallah ki də bir hesab səhv eləməmişik. 90 yoxdur. Bir də misal təzədən fokuslanım. x1-dən. Hə. Bir dənə səhvi gördüm. Burada n dənə deyil idi axı. x2-dən başlayırdı, düzdürmü? Onda n çıx bir dənədir bu. Bizim mənfi birimiz. Qoy burasını düzəldim. Gördüm səhvimi. Mənfi 1 vurulsun. 1 əksiyi idi axı. Bir dənə misalımız əksiydi. N çıx 1 sonra çıxılsın x1 yazacağım. Onda hər şeyi düzəltsək buradan aşağıdan da. Bir dəqiqə düzəliş eləyirəm indi. 60 çıxılsın. Nəyə çevrilir bu? Onu da vurum açım da çıx n plus 1 çıxılsın x1 kimi. Bu da olacaq 60 plus 2, yenə çarpaz vururam, bərabərdir. 60-ın üstə 1 gəlində 61. 61-i də mənfi 2-yə vuranda mənfi 122, səhv eləmirəmsə. Üstə gəl 2n, üstə gəlsin 2x1. Hə, indi nəyəsə oxşayacaq. Soldan sağdan yenə 2n'lər gedir, ehtiyatlı olun siz. 182 bərabərdir 2 dənə x1-ə. x1'imiz olur 91. Gördük cavabı. Y variantı. Sonra 22-də. Bu onsuz da bir-birinə bağlayıb. Biz k desə elə bil daha qəşəng olar. X-a deyərik k. Y-imiz olar k bölü 2. Z-imiz də olar k bölü 4. Ki fərqli hərflər olmasın. Bizi də çaşdırmasın. İndi burada yerinə qoyuram. 1 bölünsün k. Üstə gəlsin 1 bölünsün k bölü 2. 1 bölünsün k bölü 4 bərabər 28. Fikir verin, kəsirlərin üstünə 1 varsa o tərsinə çevrilir. 1 bölü k, 2 bölü k, 4 bölü k bərabərdir 28-ə. Məxrəcimiz zaten eynidir, üstləri toplayaq. 3, 4, 7 bərabərdir 28-ə. İxtisar da geçsin. 4k əgər 1-ə bərabərdirsə, burada 1 qalmışdı. K-nı tapırıq 1 bölü 4. Bu k-mızın cavabı. Bizə nə lazımdır? Y lazımdır. Y tapmaq üçün gətirib burada k-nın yerinə yazıram. 1 bölü 4 bölünsün 2, o da olur 1 bölü 8. A variantı. Sonra 23-cümüzə keçid alaq. Burada da ya x-lərlə işləyin, ya y-lərlə fərq yoxdur. Misalda x, y, z deyirsə, biz də x-i tək saxlayaq. Məsələn, ax əgər 10-a bərabərsə, x-i tapanda nə olur? 10 bölü a. Eyni məntiqlə onda yazırıq ki, y-imiz bərabərdir 10 bölü b-yə və z-imiz də bərabərdir 10 bölü c-yə. Bunları bu formada düzdük. İndi gətirib burada yerinə yazaram. 1 bölünsün, x-in yerinə yazaram 10 bölü a. Üstə gəlsin 1 bölünsün 10 bölü b. 1 bölünsün 10 bölü c. Bərabərdir 2. Buradan da tərsinə bunlar qalxacaq. A yuxarıya 10 düşür aşağıya. B yuxarı 10 aşağı. C yuxarı 10 aşağı bərabərdir 2-yə. Məxrəc onsuz da eynidir, onu sabit saxlayaram. A, B, C cəmi bərabərdir 2-yə. Bunu da çarpaz vuranda A, B, C cəmini tapırıq 20. Bayaq kimi salındı. A, B, C cəmini tapırıq 20 və burada 20-ni görürük. Yəni bu cəmin yerinə 20 yaza bilirik. Onda misalın olur 3 vurulsun 20. Bölünsün 3 faktorialda nə deməkdir? 1 vur, 2 vur, 3. Bunlar da ixtisar gedir, qalır 10. B variantı. 24-cümüzə keçid alaq. Burada da bayaqki kimi x, y, z-dən söhbət gedirsə, gəlin tapaq buradan. Mx əgər 8-ə bərabərdirsə, nə deməkdir? X-imiz bərabərdir 8 bölü m. Onda y-imiz olsun 8 bölü n. Z-imiz də olsun 8 bölü t. İndi gətirək burada yerinə qoyaq. X-in yerinə 8 bölü m. Üstə gəl 8 bölü n. Üstə gəl 8 bölü t. Bərabər imiş k-ya. Bunları da 8-ə ortaq vuruq çıxarsaq, baxın bu misal oxşayan bir şey görürük. 1 bölü m. Üstə gəl 1 bölü n. Üstə gəlsin. Bunu niyə bağladım? Üstə gəlsin 1 bölünsün t bərabərdir k-ya.
Bu ifadə də əgər tam ədəddirsə, indi bunu tək saxlamaq üçün yazacağım 1 bölü m, üstə gəlsin 1 bölü n, üstə gəlsin 1 bölü t, bərabərdir k bölünsün 8. İndi deyir ki, bu tam ədəd olsun və k-ya minimum qiymət verir. Minimum mən k-ya təbii ki 8 verməliyəm ki, bu 8 ilə 8 ixtisar getsin ki, minimum 1 mən natural ədədin görə bilim müsbət ədədin. Buradan da yəni ki, ən böyük istəməzdə sonsuza qədər gedər. K-mızın minimum qiyməti 8. Ümid edirəm ki, başa düşülən oldu. Keçirik test 2-mizin B-sinə. Yenə sevdiyimiz üstlərlə işləyək. A bərabər olsun 4B bölü 5-ə. C bərabər olsun 4D bölü 5-ə. Y də bərabərdir 4F bölü 5-ə. İndi bu kəsirdə yerinə qoyuruq. A-nın yerinə 4B bölü 5. Vurulsun D-ni əvəzləməmişik, F-ni əvəzləməmişik. Aşağıya düşürük. B qalır. C-nin yerinə 4D bölü 5. Y-nin də yerinə 4F bölü 5. İndi fikir verin, bu F ilə F gedər, D ilə D gedər, B ilə B gedər. Bu 4-də 5 ilə 4-də 5-in biri gedər ixtisar. Sonda qalar 1 bölü 4 bölü 5. O da tərsinə çevrilər. 5 yuxarıya, 4 aşağıya. C variantı. Fikir verin, bunun tərsini verir. Bu bizə lazım deyil. Sürət məxrəcə diqqət eləyək. Sonra burada yenə üstləri bağlayaq. Yəni, A bərabərdir BK, B bərabərdir CK, C bərabərdir DK. D də bərabərdir FK. Görürük ki, A-nı F-yə bağlayıb, yəni ən alt mərtəbədən ən üst mərtəbəyə gedək. D-nin yerinə FK-nı bax burada yerinə qoyuruq. Yəni FK vurulsun K-dan olur FK-nın kvadratı. Bunu harada yerinə qoyuruq? Buradakı C-nin yerinə. Yəni FK kvadrat vurulsun K olacaq FK-nın kubu. Bu qiyməti də gətiririk. Buradakı B-nin yerinə yazırıq. FK-nın kubu vurulsun K, yekunda olur FK-nın üstü 4. Nəyin yerinə yazılır? A-nın yerinə. Gətirək biz də yazaq. A-nın yerinə yazırıq. FK üstü 4 bölünsün F bərabər 256-ya. İxtisarlarımız gedər. K üstü 4 əgər 256-dırsa, deməli K-mız da olur 4. 4-ün 4-cü qüvvəti 256-dır. Oturun qüvvətləri əzbərləyin. 3-ə keçid alaq. Buradan nədir məsələmiz? Çarpaz vura bilərik. A, B, C-si bizə lazımdır. X, Y, Z-i də tapmaq olar. 4A əgər bərabərsə 2 üstü X-a, ümumiyyətlə gəl A-nı tapaq, daha qəşəng olsun. A-mız bərabərdir nə? 2-nin üstü X bölünsün 4. Qəşəng bir şey gördüm. İndi sizə də deyəcəm. B-miz olur 2-nin üstü Y bölünsün 4-ə. C-miz də bərabərdir 4-ün üstü Z hətta bölünsün 4-ə. İndi nəyə fikir verin uşaqlar? Onsuz da 4 2-nin qüvvəti deyil. Burada mən niyə 4 saxlayıb sizi görürəm ki? Bunu gəlin 2-nin kvadratı kimi görək. Bura 2-nin kvadratı, 2-nin kvadratı. Bunu niyə belə eləyirik? Bölmədə axı üstlər çıxılırdı. Onda bu olur A bərabərdir 2-nin üstündə X minus 2. B-miz bərabərdir 2-nin üstündə Y minus 2. Burada da C-miz bərabərdir, əslində 4-lər eynidir. Bunu seçin, yoxsa 1 başa düşürsən. 4-ün üstündə Z minus 1. Bunun da 2-nin qüvvəti kimi olanda 2-nin üstündə 2Z çıxılsın 2 üstünü elə ki 2-yə vurdum. İndi bu tapdığım qiymətləri, bu A vur, B vur, C dediyi yerdə yerinə qoyuram. 2-nin üstü X minus 2 vurulsun. B-nin yerinə 2-nin üstündə Y minus 2 vurulsun. 2-nin üstündə 2Z minus 2. Sonra nə baş verir? 2-nin üstü qalır, üstlər toplanır axı. X plus Y plus 2Z çıxılsın. 2, 2, 2, oradan da 6. X plus 2Y Z-i də fikir verin, misal bizə verib sağ olsun. Bunu yenə gətirib 6 düşünsək, 2-nin üstü 6 çıx 6. Yəni 2-nin üstü 0 elə 0 demək deyil ha, 1-dir. Buna da fikir verək. C variantı. Uzun ömür, can sağlıq. 4-ümüzə keçid aldıq. Bunları çarpaz vurmaram, bölgülər bizə xoş gəlir. A bölü B plus B-ni B-yə bölürəm 1. B bölü C üstə gəl C-ni C-yə bölürük 1. C bölü D üstə D-ni də D-yə böldüm 1. İndi A bölü B gördüyüm yerə 2 yazıram. 2 plus 1. B bölü C gördüyüm yerə təzədən 2 yazıram. Təbii ki C bölünsün D-miz də 2-dir. 2 plus 1. 3-ü də 3 dəfə öz-özünə vurmaq olar 27. Sonra 5-dən eləyək. Bayaq kimi bölsək qəşəng olar. A bölü B üstə gəlsin, B-ni B-yə böləndə 1. İndi burada iş məsələ nədir? Məxrəcdə toplama çıxma olanda biz bölə bilmirdik axı. Onda nə edəcəm? Bu kəsiri götürüb 1 bölü ilə tərsinə yazıram. D çıx C bölünsün, C-ni atıram aşağı. Niyə görə? Məxrəcdə bir dənə hərf olsun ki, mən onu bölə bilim də. Hesablaması rahat geçsin.
Vurulsun 1 bölünsün D bölü C. Çıx C'ni C'ye böləndə 1. İndi gedək yerinə qiymət qoyaq. A bölü B'nin yerinə qoyuram 5'də 2. Üstə gəl 1. Çünki A bölü B'nin cavabı bizdə var. Vurulsun 1 bölünsün. Bu deyir C bölü D'nin cavabı 2 bölü 5'dir. Onda bunun tərsəsi D bölü C də olacaq. 5 bölü 2 çıxılsın 1. Yəqin ki, razıyıq. Gedək bunu da hesablayaq. 5'də 2'nin üstünə 1 gələndə 5'də 7. Vurulsun 1 bölünsün. 2'də 3. Bu da tərsinə çevrilsin. 5'də 7 vurulsun. 2 yuxarıya, 3 aşağıya. İxtisarda görmürük. 15 aşağı, 14 də yuxarı. B variantı. Sonra keçək 6-cı sualımıza. Təmizləyək buraları. Demək. Yine ayrı-ayrı bölmə haqqımız var. Baxın, A kvadrata bölürəm. 1 plus B kvadrat bölü A kvadratı da B bölünsün A'nın üstündə kvadrat kimi yaza bilərsiniz. Vurma bölmədə ayıra bilirik. Üstə gəlsin C'ni C'yə bölürük. 1 çıxılsın D bölünsün C'nin də buradan üstündə kvadrat. İndi B bölü A bizdə yoxdur. Əgər A bölünsün B 3'də 1'dirsə, onda tərsi B bölü A'mız da olur 3 bölü 1. Yəni 1 üstə gəlsin 3'ün kvadratı birinci mötərizəmizdir. İkinci mötərizəmizdə bax yenə. Əgər C bölü D 1 bölü 3'dürsə, tərsi D bölü C'mizdə yenə 3 bölü 1'dən 3 çıxır. 1 çıx 3'ün kvadratı. Bunları da hesablayaq. 10 plus 1'dən də 9'u gedir. -8. Yekun eləyər 2 A variantı. 7'də yenə nə iş görürük? Üstlərlə. A bərabərdir 4B. C bərabərdir 4D. Y də bərabərdir 4F deyək. Gətirək yerinə yazaq. 4B çıxılsın 3 vur 4D. Üstə gəlsin 4F. Məxrəcdə də B çıx 3D plus F. Fikir verin, yuxarıdan 4'ləri çıxardanda ortaq bir şey yaranır. 3D plus F. Eyni şeydən məxrəcdə də var. Bir qəşəng ixtisarlarımız geçsin. Sonunda da qalsın 4. B variantı. 8'imiz yenə eyni sxemdir. Təzə bir şey eləmirəm. Bağlayaq bir-birinə. A'ya 8B, C'ye 8D, Y'yə də 8F. Gətirək yerinə yazaq. Demək. A'nın yerinə 2 vur 8B, çıxılsın C'nin yerinə 8D, Y'nin də yerinə 8F. Məxrəcdə olduğu kimi qalır. Burada bir əvəzləmə görmürük. Sürətdən də 8'i hamısından çıxardırıq. 2B çıxılsın D plus F. Məxrəcdə də eyni şeyimiz var. Bir qəşəng yenə ixtisar geçsin. Sonunda qalar 8. O da Y variantı. 9'a baxaq. İndi iş məsələ nədir? A, B, C'nin cəmi. Bunların üstlərin 1, altların 1 cəmləyə bilirdik. Axı, gəlin bundan istifadə edək də. Onsuz da misal bizdən cəm istəyir. Kəsir xəttimiz qalsın. Sürət olur A, B, C cəmi. Üstə gəl 1. Məxrəc də A, B, C cəmi 7, 3, 10 üstə 2, 12. Bərabər 3'də 2. Sonra nə iş görək? Gəlin bunları bir qəşəng çarpaz vuraq. 3A üstə 3B üstə 3C üstə 3 bərabərdir. 2A üstə 2B üstə 2C üstə 24. İndi A'ları, B'ləri, C'ləri yığaq bir yan tərəfə. Bunlar səpələnmiş olmasın. A, B, C cəm bərabərdir. Bu 3'ü də ataram 24'ün yanına çıxılar. Olar 21. A, B, C'sini tapdıq. B variantı. Sonra ona keçək. İndi burada da 6 üst cəmləsək, elə bil bizə sərf eləyir. Bax, üstləri toplayıram, nə olur? Bu 3 dənədən söhbət gedir təbii ki. 2A, A, 3A, üstə gəl 3B, üstə gəl 3C. Məxrəcdə də olur A, B, C cəmi bərabərdir B bölü 2. Fikir verin, oradan 3'ü ortaq vuruq çıxardacağıq. Qalır A, B, C. Təzədən A, B, C. İxtisarlar da eləyək. Bərabərdir B bölü 2. Buradan B bölü 2 bərabərdir 3'ə. B'ni tapırıq 6. Elə misal da bizdən B'ni istəyirmiş. C variantı. 11'ə keçid alaq. Buradan da yenə üstləri bağlaya bilərik. X bərabər olar 3A bölü 4'ə. Y bərabər olsun 3B bölünsün 4'ə. Demək, bir də Z-i tapırdıq. Z də bərabərdir 3C bölünsün 4. İndi bu qiymətləri gətirib burada yerinə qoyaq. 3A bölü 4 çıxılsın 3B bölü 4. Üstə gəlinsin 2 vurulsun 3C bölünsün 4. Bərabər 12. Bütün sıranı elə məxrəc eyni də 4'ü çıxar, ortaq vuruq saxlayın. Sürət olur 3A çıx 3B üstə gəl 6C bərabər 12'ə. Bunu onsuz da çarpaz vuracağıq.
3A açıq 3B üstə 6C bərabərdir 48-ə. Hər tərəfdə bir 3-ə bölək, olur A açıq B üstə gəlsin 2C bərabərdir 16-ya. Üçümüzə də böldük. Misal deyir ki, A açıq B-nin qiymətini sənə vermişəm 2. Gətirək yerinə yazaq ki, onda 2C bərabərdir 14-ə, C-miz də çıxar 7. 2 misal da onsa bizdən C-ni istəyir. A variantı. Sonra 12-də görək nə istəyir. Yenə eyni sxemdir, üstlərdən götürdük, yola çıxaq. A-mız olur x bölü 3, B-miz olur y bölü 3, C-miz də olur z bölü 3. İndi gətirək bu A, B, C-nin yerinə yazıram. X bölü 3, y bölü 3 və z bölü 3 bərabər 12. Bütün sıranı 3-ə vursan, x, y, z-in cəmi olur 36. Bu da bizə x-dən z-in cəmini verir. Bax, bu ikisinin cəmi 24-dür daha doğrusu. 24 plus y bərabərcə 36-ya, y-imiz də olar 12. Misalda elə bizdən bunu istəyir. D variantı. Sonra 13-ə baxaq. Bunu alt-alta toplasaq nə görərik? A plus C, A plus 2B plus C. Alt-alta toplasaq, sürətdə oldu A plus 2B plus C, məxrəcdə olur A plus C üstəgəl 4 bərabər 1. Bunu çarpaz vuranda fikir verin, A'lar C'lər bir silinəcək. Yəni A plus 2B plus C bərabərsə A plus C plus 4-ə, soldan sağdan A'lar C'lər eynidir axı. 2B bərabər 4-dən biz B-mizi tapırıq 2. B-nin yerinə də ürəyini istəyən bir yerdə 2 qoya bilərsən. Məsələn, elə bu tənlikdə B-nin yerinə 2 qoyaq. Misalımız nəyə çevrilir? 2 plus C bərabərdir A minus 3-ə. A-mız olur, daha doğrusu, A çıx C-miz olur 5. A çıx C-ni 5 tapırsan, bir də belə bir tənliyin var axı. Orada da B-nin yerinə gətirək 2 qoyaq. Bir dənə də yazırıq A plus C bərabər 19-dan 2-si gedir 17. Sonra neyiniyək? Bu 2 dənə sıraya sistem tənlik kimi baxıb tərəf-tərəfə toplasan A-ların ortaya çıxır. 2A bərabər 22, A-sı da olar 11, yəni Y variantı. Sonra 14-ə keçdik. Yenə üstün altını toplayacağım. İlk ağla gələn budur, sürətdə də tapılır. X, Y, Z-in, təzədən X, Y, Z-in cəmi 6, 3, 9, 5-i gedir, üstə gəl 4 bərabər 2. Neyiniyək? Bir qəşəng çarpaz vuraq bunları. Olsun x, y, z-in cəmi, bir dənə də 4 bərabərdir 2x, 2y, 2z. Buradan da x, y, z-i yan-yana ataq ki, belə səpələnməsin. Bu da olar nə? X, y, z-in cəmi bərabərdir 4-ə. Bu da bizdən bunu istəyirdi. Bəli. C variantımız. 15-ə baxaq. Burada çarpaz vurmağa ehtiyac yoxdur. Elə üstü 1, altı 1 təzədən toplaya bilərsən. Olur A plus B plus C, məxrəc olur 5, bərabərdir 4-ə. Bunu da məxrəcdən 1 yazıb çarpaz vursaq, birbaşa cavaba gedə bilirik. Baxın, 20, bunu istəyirdik. B variantı. 16-da yenə məcbur alt üst toplayıram. Bu qədər mürəkkəb şeyləri də toplama ilə işləyək. Olur nə? 3A, üstə gəl 3B, üstə gəl 3C. Baxın, məxrəcdə də eyni şeyimiz var. A, B, C, ortaq vuruq çıxardırıq bir qəşəng. 3-ü götürürəm. A, B, C cəmi. Buradan da A, B, C cəmi. İxtisar geçsin, qalsın K. Yəni K bərabərdir 3. Bu da bizdən K-nı istəyir. C variantı. 17-yə keçid eləyək. Buradan toplama çıxma bir görək bir şey verir mi? 4x, bir dənə də x gəlir. 5x, 6x. 2 y-lər gedərdi ya, bunu bir dənə K-ya bağlayıb, x-i birbaşa tapa bilirik sanki. Hissəm eləyək. Hamısını ortaq məxrəcə gətirib də bərabərləşdirmək olar. Bir saniyə, daha qəşəng bir şey görün. Bunun yuxarısını aşağısını 3-ə vursaq, olacaq nə? 6-da 12x üstə gəlsin 6y. Bərabərdir, bu 6-da onsuz da qalsın, x çıxılsın o. Yəni məxrəcləri atıb ancaq sürətlərlə işləyərəm. 6 2-yə vursaq 2x çıxılsın 4y. İndi bu 6-ları ataq geçsin. Belə bir bizim tənliyimiz yaranır. Buradan da neyniyərik? Birinci sırayla axırıncı sıranı bir-birinə bağlayıb, oradan y-ləri aradan aparmaq lazımdır.
12x üstə gəlsin 6y bərabərdirsə 2x çıxılsın 4y-ə. Buradan nə yaradırıq? 10x bərabərdir mənfi 10y-ə. Belə bir şey çıxır hətta. X bərabər mənfi y. X gördüyümüz yerə mənfi y yazmaq olar. Sonra birinci ilə də, ikinci ilə də üçüncünü bağlayaq. Yəni x çıxılsın 10, əgər bərabərdirsə 2x çıxılsın 4y-ə. Bütün x-ların yerinə mənfi y qoysam, mənfi y çıxın bərabərdir mənfi 2y çıxılsın 4y. Buradan da mənfi 6y sola keçir, müsbət 5y bərabər 10-a. Y-i tapırıq ki, x daxı bunun əksi idi, fikir verin, eyni şeyin əksidir. Onda x də olur mənfi 2. Bu da A variantı. Sonra 18-ə baxaq. X-i istəyir, müxtəlifdə bölgülər verib. 12-yə gətirməyin bir mənası varmı? Ortaq məxrəcdənsə gəlin belə eləyək. Bunu ayrı-ayrı axırdakı 12-də birə bağlayaq, sistemlər yaranır. Yəni 2x plus y bərabər olur 12 vur 3-dən 36-ya. 2y plus z-imiz bərabərdir 12 vur 4, 48. Bir də x plus 2z bərabərdir 12 vur 5-dən 60. Bizə x maraqlıdırsa, y ilə z yavaş-yavaş bir aradan getməlidir. Necə? Məsələn, birinci sıranın 2-yə vuraram ki, bu y-lərimiz eyniləşsin. Nə olur? 4x üstə gəlsin 2y bərabərdir 72-yə. Aşağısı olduğu kimi qalsın. 2y üstə gəlsin z bərabər 48-ə. Bunu tərəf-tərəfə çıxanda bu 2y-lərimiz gedir. Qalır 4x çıxılsın z bərabər 72-dən də 48-in çıxaq. 4 buradan 6, 4, 24. Sonra bu sondakı sıranı gətirib altına yazarım. Yəni yazarıq x plus 2z bərabər 60. Bu dəfə də z-dərin getməsi üçün yuxarı sıranı təzdən 2-yə vuraram ki, z-dər axı eyniləşməlidir. Onda olur 8x çıxılsın 2z bərabərdir 48-ə. Bir də x plus 2z bərabərdir 60-a. Bunu da götürək tərəf-tərəfə toplayaq. Bu 2 z-lərimiz getsin. 9x bərabərdir 108-ə. X buradan çıxsın 12. Elə deyəsən x istəyirdi. Biz də x-ə gətirdik. Misal B variantı. 19-da yenə bayaqdakı kimi üstlərlə işləyək. Nə yazırıq? A bərabərdir 5B bölünsün 6-ya. C bərabərdir 5D bölünsün 6-ya. Y də bərabərdir 5F bölünsün 6-ya. İndi bu 3 dənəni nəzərə alaq. Misalda A-nın kvadratı, yəni 25B kvadrat bölünsün 36 yazırıq yerinə. Vurulsun D. D-nin bir əvəzləməsi yoxdur. D kimi qalır. Aşağıda B-nin də əvəzləməsi yoxdur. C-nin yerinə yazırıq 5D bölünsün 6. Keçirik üstə gəlsin. Y bölünsün F-ni onsuz da misal bizə verib. 6-da 5 deməkdir. İndi buradan görək nə ixtisarlarımız gedir. Fikir verin. B kvadrat, B kvadrat. D ilə D gedir. Qalır nə? 25 bölünsün 36. O məxrəcindəki 6-da 5 vurulur tərsinə. 6 yuxarıya, 5 yuxarı, aşağıya üstə gəlsin 6-da 5. İxtisarlar gedir. Yenə 6-da 5 olur. 6-da 5 üstə gəlsin 6-da 5. O da 2-yə vurulur. Olur 3-də 5. Yəni C variantı. Sonra 20-də nə iş görək? A bərabərdir 3B deyək. C də bərabərdir 3D. A-nın C-nin qiymətinin yerinə yazaq. B ilə işimiz yoxdur. A-nın yerinə 3B yazırıq. D ilə işimiz yoxdur. C-nin də yerinə 3D. Məxrəcdə də C-nin yerinə 3D çıxılsın 3B. Sürətdən demək 3B-dən B 4B çıx 4D olur. Məxrəci də köçürdüb, sonra ortaq vuruq çıxarda bilərik. Yuxarıdan 4-ü götürdük, qalır B minus D. Aşağıdan da 3-ü götürdük, D minus B. İxtisarlar gedir, amma mənfisinə də fikir verin. Yer dəyişikdir deyə burada bir mənfi qalır. Yəni mənfi 3-də 4 müsbəti yox. Bizdə cavab budur, amma bax müsbətini də verib. Bu səhvdir. 21-ə keçid eləyək. K-ya bağlasaq elə bil, K-ya bağlasaq daha qəşəngdir. X-in yerinə K bölünsün 2. Y-in yerinə K bölü 5. Demək, Z-in də yerinə K bölü 7. Yəni, X, Y, Z gördüyümüz yerləri bunu əvəzləyir. Çox da qəşəng alınır. Onda X plus Y. K bölünsün 2. Üstə gəlsin. K bölünsün 7. Düşürük aşağıya. X, Y-ə vur. Yəni, K bölünsün 2-ni vurursan. K bölünsün 7. Niyə yazdım? Bura 5 deyə. Sorry. K bölünsün 5. Burada da K bölünsün 5'e vuruq.
Keçir ikinciyə. Üstə gəlsin y-in yerinə k bölü 5. Z-in yerinə k bölü 7. Aşağıda da k bölü 5 vurulsun k bölü 7. Axırıncısı da x k bölü 2 ilə z k bölü 7. Bir də bunlar bir-birinə vuraq. İndi bərabər olmalıymış 14-ə. Gedək bunu hesablayaq. Surətdə nə olacaq? Ortaq məxrəcimiz 10. 5k, 2k, 7k. Bölünsün bu məxrəcdəkinin tərsinə. Yəni 10 yuxarıya, k kvadrat aşağıya. Üstə gəlsin digərində də. 7 ilə 5 ortaq məxrəc 35. 12k bura. Burada da 35 yuxarıya, k kvadrat aşağıya. Digərində 2 ilə 7-yə 14 ortaq məxrəc 9k. 14 yuxarıya, k kvadratımız da aşağıya. İndi ixtisarlara baxaq. 10'lar gedər, 35'lər gedər, 14'lər gedər. K'ların da hərəsindən biri gedəcək təbii ki. Qalacaq nə? 7 bölü k. Sonra 12 bölü k. Bir də 9 bölü k bərabərmiş 14'ə. Sürəti toplayanda 19, 9, 28 bölü k bərabərdir 14'ə. K'nı buradan tapırıq 2. K'mız hazır. Bizə nə maraqlı idi? Y-i tapmaq. K'nı tapmışıqsa Y-i də tapmışıq. Bu da olur 2 bölü 5. Hazır. 2 bölü 5'dir variantında. 22'yə keçid alaq. A, B, C-ni tapaq burada. A-nın yerinə yazıram 12 bölü x. B-nin yerinə 12 bölü y. C-nin də yerinə 12 bölü z. Bu 3 dənəni nəzərə alırıq. Baxın bu tənlikdə. İndi A-nın yerinə yazaq 12 bölü x. Üstə gəlinsin 12 bölü y. 12 bölü z bərabər 24. Gəlin bu 12'ləri də ortaq vuruq çıxardaq. Qalsın 1 bölü x, 1 bölü y və 1 bölü z bərabərdir 24'ə. 12 ilə 24'lər ixtisar getsin. Sonda da qalır 1 bölü x, 1 bölü y, 1 bölü z bərabərdir 2. Bu da deyəsən, elə bunu istəyirdi. A variantı. 23'ə keçid alaq. Buradan yeni x, y, z-i tapmaq lazımdır. 1k'ya bağlamaqla. X'imiz olur k bölü 4, y'imiz k bölü 12 və z'imiz də k bölü 16. Buradan da cəmləyək gəl. 1 bölü x, yəni 1 bölünsün k bölü 4. Üstə gəl 1 bölünsün k bölü 12. 1 bölünsün, o birisi də k bölü 16. İndi bunlar da tərsinə çevriləcək, hesablamaq daha rahatdır. 4 bölü k, 12 bölü k və 16 bölü k bərabərdir 8'ə. Cəmi edir nə? 20, 12, 32 bölünsün k bərabərdir 8. K da məlum məsələ 4. 32-ni 4'ə böləndə 8 verir. Bizə də y maraqlıdır. Gətirək burada k-nın yerinə 4 qoyaq. 4 bölü 12 ixtisar gedər olar. 3'də 1. Yəni B variantı. 24-cü sualımıza keçid aldıq. Yenə eyni sxemdir. 1 bölü x deyirsə, onda biz A-nı tapaq ki, o 1 bölü x-i yarada bilək. A-nın yerinə yazırıq nəyimizi? Hətta x-i tapaq ki, orada cəmləyə bilək də, sizə çətin gəlməsin. X-imiz bərabərdir 6 bölünsün A-ya, y-imiz 6 bölü B-dir, z-imiz də 6 bölü C-dir. İndi bu 3 dənə ifadəni burada cəmləyirik. 1 bölünsün 6 bölü A. Üstə gəl 1 bölünsün 6 bölü B. 1 bölünsün 6 bölü C bərabərdir 3'ə. Bunlar da tərsinə fırlansın. Yəni A bölü 6, B bölü 6 və C bölünsün 6 bərabərdir 3'ə. Bütün sıranda 6'ya vursaq qəşəng də kəsirdən çıxar. ABC cəmi olur 18. Sonra burada ABC cəmi görmüşəm, sorry. ABC cəmi görürük axı. Gətirib onun yerinə yazsaq 18 bölünsün 9 da verər bizə 2-ni. O da A variantı. Bu bölmə də burada bitdi. Sağ olun yoldaşlar. Özünüzə yaxşı baxın. Görüşərik.